Dadaşbalanın otaqlarını uzun dəhliz iki yerə ayırırdı. Otaqların bəzilərinin qapıları örtülü olduğundan içərisi görünmürdü. Qapılar oyma naxışlı idi. Təzə binaların otaqlarında mən belə qapılara rast gəlməmişəm. Prokurorla belə yerlərə gedəndə mən hər şeyə diqqət verirəm. Bəzən prokurorun başı adamlara, hadisələrə qarışırdı. Ətrafın təsviri, əşyaların görkəmi və quruluşu sonra işin gedişində prokurora lazım olurdu. Müxtəlif heyvanların başları qapılara elə nəqş olunmuşdu ki, elə bil canlı idilər. Dəhlizin hansı tərəfində dayanırdıqsa, başlar gözlərini bizim səmtə çevirir. Tanış olmayan, çağırılmamış qonaqlara mat-mat baxırdılar. Dadaşbalanın həyat yoldaşı özü kimi ətli canlı adam idi. Dişlərinin əksəri qızıl idi. İşıq altında, bizə yuxarı çıxdığımız üçün dil ağız, razılıq elədikcə, dişlərinin şöləsi yumru çənəsinə, qalın dodaqlarının ətrafına düşürdü. Barmaqlarını iri qaşlı üzüklər bəzəmişdi. Ailə üzvlərinin, kiçik qız uşaqlarından başlamış qoyun kəsinə qədər hamısının barmağında üzük vardı. Qadın gümrah, şən idi. Qabağa düşüb bizi dəhlizin yuxarı tərəfinə apardı. Sağımızdakı qapı taybatay açıq idi. İçəri baxanda gözlərimizi qapadıq. Böyük sal 3 yerdən 8 şamlıq çılçıraqla işıqlandırılmışdı. İçəri girəndə bir müddət heç nə görə bilmədik. Gözlərimiz işığa alışandan sonra uçsuz bucaqsız otağın içərisini görməyə başladıq. Sonra öyrəndik ki, Dadaşbala bu zalı məxsusi, uşaqlarına toy eləmək üçün tikibdi. Toy etmək üçün saraylara köç etməyi xoşlamır. Ev sahibəsi bayıra çıxmaq istəyəndə prokuror ondan telefonun işləyib işləmədiyini xəbər aldı. İcazə istədi ki, zəng vursun. Ev sahibəsi əvvəl duruxdu. Sonra, buyurun, dedi. Amma sizi tezliklə heç yerə buraxan deyiləm. Göydən əlimizə düşmüş qonaqlarsınız. Haraya zəng vurmaq istəyirsiniz ki? Prokuror ev sahibəsinin ustalıqla verdiyi hara zəng vurmaq istəyirsiniz sualının mənasını anladı. Dedi ki, elə bir yer deyil. Müstəntiq idarədə onu gözləyəcək. Gecikə bilərik. Ev sahibəsi bizim getməyimizlə razılaşmayacağını bir də bildirib otaqdan çıxdı. Prokuror zəng vurub sürücüyə qəssabın ünvanını verdi və 10 dəqiqədən sonra qapıda olmasını tapşırdı. Dəstək yerinə qoyulanda dəhlizdən astı addım səsləri eşitdik. Prokuror işarə ilə mənə dedi. Danışığımıza qulaq verirlərmiş. Az vaxtda zalda bir-birinə birləşdirilmiş stollar yemək içməklə yükləndi. Divar boyu 4 bufet yan-yana qoyulmuşdu. Hər bufetə 2 dəstdən ibarət parıldayan nahar servisi düzülmüşdü. Hər dəst servis bir rəngdə idi. Bufetlərin rəfləri ağac, metal qablarla zəngin idi. Gözəl billur qablar vardı. Hər şey elə bil alışır, yanırdı. Döşəməyə salınmış İran xalları xüsusi zövqlə seçilib alınmışdı. Yerdən qoyulmuş qulplu güldanlar təxminən 70 sm hündürlükdə idi. Güldanlarda ev şərətində açan və çox yaşayan güllər əkilmişdi. Dadaşbala deyirdi ki, bütün il boyu küplərdə beləcə ağ, qırmızı, sarı güllər olur. Divarda rəssam işləri vardı. Bu işlər Dadaşbalanın sənətini nümayiş etdirirdi. Rəsimlər yağlı boyalarla işlənmişdi. Rəssam bir tərəfdə Dadaşbalanı işdə təsvir eləmişdi. Qəssab dükanı, kəsilib soyulmuş, ayaqlarından asılmış qoyunlar. Dükanın ortasında kötüy görünürdü. Qəssab baltasının ağzı kötüyə ilişib qalmışdı. Dadaşbalanın bir əli baltanın sapındadır. O baltanı kötüydən çəkib bütöv cəmdəkləri doğramalı, alıcıları yola salmalıdır. Lakin qəssab tələsmir. O qürurludur, sahibdir. Bir vaxt diri olan qoyunlar qəssabın əli ilə kəsilmişdi. Onun arxasınca müştərilər dayanıb. Müştərilər getdikcə çoxalır, növbə yaranır, qatar-qatar. Qəssab növbəyə əhəmiyyət vermir. Tələsmədən əlini baltadan götürür, papiroz eşir, yandırır. Kibritin çöpünü dükanın döşəməsinə atır. Ağzında papiroz yenidən cəmdəklərə yaxınlaşır. Bir-bir cəmdəkləri əlləşdirir, əlini çəkir. Səbirlə papirozu tüstülədir. Qatar uzanır. Qəssaba heç kim söz demir. Çünki Dadaşbala qəssab başıdır. Kənarda bir topa adam dayanıb. Bunlar qəssab Dadaşbalanın ailəsinin üzvləridir. Boyunlarından 4-5 dolama qızıl zəncirlər sallanır. Qadın əri Dadaşbalanı göstərir. Nəysə övladlarına deyir. Topa adam gülür. Qəssab Dadaşbalanın ağır və böyük zəhmətinə hörmət edin.
Onu hövsələdən çıxarmayın. Bu sözlər elə yazılmışdı ki, elə bil hərəsi bir qoçun vurulub ayaqlar altına salınmış başıdır. Divardakı başqa bir rəsmdə Dadaşbala işdən sonra təsvir olunurdu. Ailə Dadaşbalanın yolunu gözləyir. Qapı açılır. Ailə üzvləri aşağı tökülüb, qəssabı pillələrlə yuxarı çıxarırlar. Hər şey qəssab başını gözləyir. Qoyun, quzu, camış, inək, keçi başları sahibə ehtiramla baxırlar. Dadaşbala gülümsəyir. Onun güldüyünü həyətdə itlər də hiss edib, ayaqlarına sarılaraq şırvanırlar. Divardan gözlərimizi çəkəndə, arxamızda Dadaşbalanın dayanıb gülümsədiyini gördük. O bizi stola dəvət edəndə, maşın siqnalı eşidildi. Dadaşbala dərhal ayağa qalxdı. Qapıya tərəf bir-iki addım atıb geri, bizim yanımıza qayıtdı. Ailə üzvlərinin hamısı içəri girdilər. Gözlərini üzümüzə tikib dayandılar. Hekayət xanım, nə eləmək fikrindəsiz? Olmaya mənim evimdə çörək kəsmək fikrində deyilsiz. Qəssab üzünü ailə üzvlərinə tutdu. Çıxın bayra. Ev sahibəsi qapını çıxanların arxasınca örtdü. Gəlib əri ilə yanaşı dayandı. Hər şey bir yana, deyə qəssab sözünə davam etdi. Məni biabır edərsiniz. Ayıbdır. Uşaqlarım nə fikirləşərlər? İcazə verin şoförə deyək, tələsməyək. Ev sahibəsi Hekayət xanımın əllərindən yapışdı. Gözlərinə qurban olum. Sizin belə gəlib getməniz bizi xar edər. Qonum qonşu var. Bura kənd kimidir. Hamı bir-birini tanıyır. Dadaşbalanın adı, xətir hörməti var. Elə düşünməyin ki, sizə layiq adamlar deyilik. Sahibə Hekayət xanımın əllərini döşünə apardı. Sinəsinə sıxdı. Getmə. Yaxşı iş olmaz. Sən ki bizi tanıyırsan. İkinci siqnal eşidildi. Dadaşbala artıq bilirdi ki, prokuror oturmayacaq. Onun evində çörək kəsməyəcək. Onun alnına dönə-dönə tər gəldi. Narazı halda aramla dedi. Mənim evimdə çox prokurorlar çörək kəsib. Qəssab Dadaşbala yaramaz adam olsaydı, sənin atan Zəminzadə ilə illərin, ağlıq qaralı günlərin dostu olmazdı. Sən bu boyda qız idin. Yarım metr boyun vardı. Mən səni qucağıma alıb sevib oxşamışam. Özündən, gözlərindən öpmüşəm. Böyüdün, prokuror oldun. Nə məqsədlə evimə gəldin bilmədim. İncimə. Dadaşbala gedənin ətəyindən tutub yalvarmayıb. Deməyib getmə. Gedənin üzünə qapını bağlamayıb. Maşına oturub Dadaşbalanın qapısından azca uzaqlaşanda mən dönüb arxaya baxdım. Bir topa adam hələ də Dadaşbalanın qapısında dayanmışdı. Dadaşbala özü görünmürdü. Maşında yenə də xeyli dinib danışmadan getdik. Düşüncələrim qalaq-qalaq olurdu. Hamısı da prokurorun həyatı ilə, onun taleyi ilə bərk-bərk bağlı idi. O bütün günü nahar etməmişdi. Onun hələ üzündən, gözlərindən körpəlik nişanələri çəkilməmişdi. Mən bütün hiss duyğularımla sevdiyim bu körpə qızın xarici görkəmini, azacıq uzunsov, dərisi nazik yüzünü, şəffaf damcı kimi aydın görünən gözlərini, Gülsabah xala demişkən, şitliyi tutanda güldüyü zaman prokuror olduğunu unudan Hekayə xanımın xarici görünüşünü sizə təsvir etmirəm. Siz öz qəlbinizdə hekayəti təsvir edin. Onu qəlbiniz duyduğu, oxşadığı və oxşatdığı kimi gözlərinizin qabağına gətirin. Onda siz mehriban, mülayim, sevimli bir qız görəcəksiniz. Bəlkə öz-özünüzə sual da verəcəksiniz. Bu bir tikə qız, yəni prokurordur. Mən hekayətin gecə gördüyü yuxu haqqında düşünürdüm. Anası haqqında düşünürdüm. Düşünürdüm ki, yuxusunda gördüyü anasının adını işdə bir dəfə dilinə gətirmədi. Mən yuxuya girən ananın taleyini düşünürdüm. O nə üçün özünü vurub? Vurubmu? Sual çözələnirdi. Gözlərimin qarşısına mücrü gəlirdi. Prokurorun seyfə qoyub açarladığı, içərisi kağızlarla dolu olan qovluq gəlirdi. Mən tez yatmağı xoşlamıram. İşdə nə qədər yorulsam, yenə də tez yatmıram. Yatağa girməyim üçün saat 12 tamam olub, gecə 1-ə 5-10 dəqiqə işləməlidir. Bundan sonra gün ərzində baş verən hadisələri başımda dolandırır. Sonrasa bir adam haqqında düşünürəm. Bu, prokuror Hekayət xanımdır. Prokurorun gülüşləri, baxışları, bütün incəlikləri ilə gözlərimin qabağına gəlir. O tərəf bu tərəfimə çevrilirəm. Azacıq soyuq olanda büzüşüb yorğana bürünürəm. Yenə prokuroru düşünürəm. Günlər keçdikcə mənim prokuror haqqında düşüncələrim azalmır. Əksinə, çoxalır. Anam mənə deyir ki, qabaqlar tez yuxuya gedirdim. Bəs indi səbəb nədir ki?
Gecə keçir, mən hələ oyaq oluram. Yuxuya gedə bilməyən vaxtlarda eli paltarlı, yanıma uzanıb məni qucaqlayırdı. Əlini kürəklərimdə gəzdirirdi. Səhər tezdən duracaqsan. Niyə yatmırsan? Mən anamdan heç nəyi gizlətmirdim. Ancaq prokurorla atası Zəminzadə arasında əmələ gələn, getdikcə kəskinləşməkdə olan məsələni ürək eləyib danışa bilmirdim. Zəminzadə qızı Hekayəti hədsiz ata məhəbbəti ilə sevirdi. Hekayətin etirazına baxmayaraq, Zəminzadə qızının bir illik prokurorluq fəaliyyətini qeyd eləməyə hazırlaşırdı. Qorxuram Zəminzadənin hazırlaşdığı məclis ərəfəsində ortalığa bir şey çıxa. Bu fikrimi anama dedim. Üzümə diqqətlə baxmasından bildim ki, nə düşündüklərim ona aydındı. Zəminzadəyə əl bulamaq asan məsələ deyildi. Bunu mən bilirdim. Zəminzadəyə Hekayətin özündən yaxşı bələd idim. İxtiyar Murtuzayev çətin adamdı. İxtiyar Murtuzayev həm də Zəminzadənin sadiq dostu idi. Düşündükcə gözlərimin qarşısına qorxulu, bulanıq çay burulğanı gəlirdi. Allah eləməsin. Prokuror bu burulğana düşsün. Bu burulğandan çıxmaq qeyri-mümkündür. Prokurorun yuxusundan, su istəyən qadının onun evinə gəlib getməsindən sonra fikirlər məni rahat qoymurdu. Bəlkə prokurora hər şeyi danışım. Ürəyimdə nə var hamısını açıb deyim. Prokuror əmsi Tomralın tez gəlməsini istəyir. Mən də istəyirəm Tomral tez gəlsin. Yataq bəzən mənim üçün şirin, bəzən xoşa gəlməz olurdu. Axır yuxuya gedirdim. Fikirlərim, düşüncələrim tükənmir. Sabahki gecəyə qalırdı. Sabahki gecələrdə Güləbətini də düşünürdüm. Güləbətin Şamaxı şəhərinin uzaq, cəmi 30 təsərrüfatı olan Səxavət kəndində anadan olmuşdu. 13-14 yaşına çatar-çatmaz, Ağasəfər Güləbətini doğma ailəsindən qoparıb şəhərə, öz ailəsinin içərisinə gətirmişdi. Hansı məqsədlə? Hansı tamahla? Hansı vasitə ilə? Necə olmuşdu ailə öz qızının şəhərə, Ağasəfərin evinə gəlməsinə razılıq vermişdi? Səxavət kəndi Səxavət adlı şəxsin adı ilə bağlı idi. Məşhur Şamaxı zəlzələsindən sonra ailəsinin yarısını itirən Səxavət köçüb şəhərdən kənar, 3 dağın ətəyində, 4 armud ağacının dibində özünə yurt salır. Səxavət çölü, təbiəti sevən adam olur. Şamaxı zəlzələsində başına gələnləri özünə ömürlük dərd eləmir. 3 dağın ətəyində armud ağaclarını söykək ev tikir. Salamat qalan heyvanları səhər dağların döşünə ötürür. Heyvanlar döşlərə səpələnib otlayır. Onların dallarınca uşaqlar qaçır. Səsləri dağlara, düzlərə düşür. Evdən ocaq tüstüsü qalxıb ətrafa, meşələrə yayılır. 3 dağın ətəyində həyat əmələ gəlir. Səxavətin şəhəri tərk eləyib, harda məskən saldığını soraqlaşıb öyrənən yaxın adamları bir-bir köçüb Səxavət yurduna gəlirlər. Səxavət ev-eşik tikməkdə gələnlərə kömək edir. Səxavət kəndi böyüməyə başlayır. Səxavət kəndində 4 sinifli ibtidai məktəb vardı. Kənd sakinlərindən neçəsi ali təhsil almış, elmlər namizəd olmuşdu. Bakı, Şamaxı şəhərlərində müxtəlif peşələrdə işləyirdilər. Ağasəfər Səxavət kəndindən idi. Akademiyanın laboratoriyalarının birində işləyirdi. Biraz keçəndən sonra 3 nömrəli texnikumda özünə dərs düzətmişdi. Ağasəfərin laboratoriyada işləməkdə məqsədi vardı. Alim olmaq. Məclislərdə, öz kəndlərinə yolu düşəndə gileygüzar edirdi. Onunla işləyən, ona rəhbərlik eləyən alimi tənqid atəşinə tuturdu. Heç nədən başı çıxmır. Digər ki, hökumətdən neçə otaq alıb, altında maşın. Ağasəfərə böyüklük eləyir. Nə edəsən? Əlacı birtəhər dözüb işləməkdir. Ağasəfərin dərdinə şərik olanlar tapılırdı. Çətindir. Tabe olduğun adam nadan oldu, bundan yaman dərd yoxdur. Müstəntiqlə söhbətində Ağasəfər özü haqqında demişdi. Mən gördüyün o bir tikə torpağın, o bir ovuc cəmaatın, o meşələrin, dağların əli bağlı quluyam. Mən o 3 dağın ətəyində ayaqlarıma sarı, acı tikanlar dola-dola, qoyun-quzu otarıb bu mərtəbəyə çatmışam. Məni bu mərtəbəyə həmin gördüyüm bir tikə kəndin cəmaatı gətirib çıxarıb. Səncə mənim borcum nədən ibarətdir? Əlbəttə, cəmaatıma kömək eləmək, uşaqlarının qayğısına qalmaq. Hümmətin nə az nə çox, 7 qızı, bircə oğlu var. 11 başı ailə üzündən işləyəni Hümmət kişidir. Necə bilirsən? Mən belə ailəyə kömək əlimi uzatmasam, kim olardım? Səxavətlilər Ağasəfərə inanmışdılar. Bu inam müstəntiqi məcbur etmişdi ki, Güləbətinin özündən böyük bacısı
Anabətinin həyatı ilə maraqlansın. Hümmət, həyat yoldaşı Hüsniyyə Anabətinə toy eləyib, qırmızı paltarının üstündən ağ örpək salıb gəlin köçürürlər. Səhəri gün kəndin adamları Anabətini solğun paltarda Hümmətin qapısında görürlər. Bütün səxavət cəmaatı başını aşağı tikir. Anabətin nə üçün cəmi bir gecənin gəlini olmuşdu? Nə üçün o geri, atasının evinə qaytarılmışdı? Ağasəfər Bakıda ali təhsil alandan sonra qarşısına qoyduğu ilk məqsəd bu olmuşdu. Kəndə getməyəcək. Şəhərli qızla evlənib şəhərdə qalacaq. Ağasəfər dediyi kimi etdi. Şükufə adında qızla evləndi. Bir müddət qaynatasının evində qaynatası ilə bir yerdə yaşadı. Sonra əlinə 2 gözlü otaq keçirib qaynatasının evindən çıxdı. Müstəntiq Ağasəfərin şəhərdə az vaxt içərisində mənzillə necə təmin olunması ilə maraqlanmışdı. Ağasəfər evləndiyi qızla şəhərdə gedirmiş. Universitetin müəllimi Rıza Şükürlü ilə rastlaşır, görüşürlər. Məlum olur ki, türk dili mütəxəssisi olan Rıza Şükürlü 2 il müddətinə Türkiyəyə işləməyə gedir. Ailəsini özü ilə aparır. Ağasəfər Rıza Şükürlünün xarici ölkəyə səfərindən şadlandığını bildirir. Məni də siz təbrik edə bilərsiniz, Rıza müəllim. Mən də evlənmişəm, deyir. Xanımımla tanış olun. Doğrudur, siz şəxsən mənə dərs deməmsiz. Mənim ixtisasım başqa idi. Ancaq mən həmişə Rıza Şükürlüyə bir dilçi kimi qibtə və hörmət eləmişəm. Rıza Şükürlü isə Ağasəfərin həyat yoldaşı ilə tanış olur. Ayrılmazdan qabaq Ağasəfər Rıza Şükürlüyə deyir. Rica edirəm, Türkiyəyə yola düşməzdən qabaq bizdə oturaq. Şükufə xanım sizə hörmət eləmək istəyir. Rıza Şükürlü Ağasəfərin xahişini yerə salmağı özünə layiq bilmir. Ev telefonunun nömrəsini Ağasəfərə verir. Onlar görüşüb ayrılandan sonra Ağasəfər özünü həyat yoldaşı Şükufəyə tutur. Səni Rıza Şükürlü ilə tanış elədiyim üçün acığın gəlmədi. Yox, Ağasəfərin sarı bığlarının altından dişləri ağarır. Şükufə, eşidirəm. Girəvəni əldən vermək olmaz. Nə girəvəni? Şükürlü ailəsi ilə gedir. Otaqları nə ixtiyarı var ki, 2 il bağlı saxlasın. Necə bilirsən? Yol boyu Şükufə Ağasəfərin dedikləri müqabilində dinib bir söz demədi. Amma Şükürlünü evində layiqincə qarşıladı. Lap layiqincə. Şükufə ziyafətdə ərini bir daha tanıdı. Ərinin Rıza Şükürlünün qabağında dəsmal çıxarıb ağladığının şahidi oldu. Ağasəfər böyük səhvə yol vermişdi. İndi qaynatasının yanında xəcalətindən başını qaldıra bilmir. Yeyib içdiyi haramdı. Rıza Şükürlü otaqlarını 2 il müddətinə ona versə, ərlə arvadın boynuna ömürlük haqq qoymuş olardı. Evləndikləri gündən bəri bircə dəfə özlərini sərbəst hiss edərlər. Üz-üzə oturub dərdləşərlər. Özgə evində övlad saxlamağın dərdindən ora-bura qaçmazlar. 2 ildə isə uşaqları olar. Ev sahibinin gəlməyinə 1 ay qalmış, hara olur olsun köçər, otaqları sahibi Rıza Şükürlüyə təhvil verərlər. Ağasəfər Rıza Şükürlünün mənzilinə belə sahib olmuşdu. Müstəntiq Güləbətinin doğulduğu kənddən qayıdandan sonra Ağasəfərin evində olmuşdu. Ağasəfər müstəntiqi evinə buraxmaq istəməmiş. Müstəntiqin təqdim elədiyi sənədi əlindən alıb stolun üstünə çırpmışdı. Siz nə haqla vətəndaşların rahatlığını pozursunuz? Ailə işlərinə qarışırsınız. Müstəntiq Ağasəfəri sakit etmək istədikdə Ağasəfər səsini qaldırmışdı. Mən uşaq deyiləm başıma əl çəkəsiz. Güləbətin kimdir? Güləbətin mənim ürəyimin bir parçasıdır. Hümmət mənim qohumum, doğmandır. Nə haqla ailəmizin içərisinə soxulursunuz? Nə haqla məktəbli uşaqlarımı, körpələrimi qorxudub dəli eləyirsiniz? Nə prokuror salmısan? Sənin prokurorunun kim olduğunu Ağasəfər yaxşı bilir. Budur, səni evimə göndərən prokuror Hekayət xanım. Oxu, gör prokurorun kimdir? Necə işlərlə məşğul olur? Elə bilməyin bizim gözümüz bağlıdır. Sizin orada nələr elədiyinizdən xəbərimiz yoxdur. Siz oğruları, xuliqanları qanadınızın altına alırsınız. Onlara himayəlik edirsiniz. İşlərinizin üstünü örtbaslar eləməkdən ötürü təmiz vətəndaşlara cumursunuz. Nəyə görə Sərxanla Əliqulunu azad edib, bufetçi Simuzəri həbs eləmisiniz? Oğrular isə ortada yeyib, kənarda gəzirlər. Müstəntiq Ağasəfəri sakitləşdirməyə çalışmışdı. Hər şeyi qoyun bir tərəfə. Axı mən sizin qapınıza gəlmişəm. Səbir yaxşı şeydir. Başına dönüm, müsəlman qardaş. Vallah billah, hövsələ yaxşı şeydir. Siz məni özünüzə nahaq düşmən bilirsiniz. Günahınız varsa, məni bayıra çıxarmaqla bu günah yüngülləşəcək. Şükufə bacı,
Bir iynə gətirin, yaxamın düyməsini tikim. Düyməni qırıb, yaxamı açıq qoymusunuz. Belə getsəm, deyərlər müstəntiq Sakonu hardasa möhkəm əzişdiriblər. Müstəntiq işlə əlaqədar protokolların bir neçəsini imzalayıb tamamlamışdı. İşlə əlaqədar adamlar çağırılmışdı. Prokurorun təklifi ilə müstəntiq dindirməli olduğu adamları içəri dəvət elədi. Milis podpolkovniki Sadıq Rzayeviç, baş müstəntiq İxtiyar Murtuzayev prokurorun kabinetində idilər. Rəislə müstəntiq Güləbətinin işi ilə maraqlandıqlarını prokurora söyləmişdilər. Güləbətin birinci dəfə gördüyümüz kimi deyildi. Elə bil biraz yekəlmişdi. Ətə qana dolmuşdu. Biraz dilli dilavər olmuşdu. Prokurorun otağında başını daha aşağı salmırdı. İçəri şux girdi. Bir-bir oturanların üzünə baxır, gülümsəyirdi. Əynində təzə paltar vardı. Ayaqqabıları, corabları, baş örtüyünə kimi təzə idi. Daranıb sığallanmışdı. Güləbətin iki cür baxırdı. Nifrətlə, məhəbbətlə. Üzü məhəbbətə dönəndə nifrət yox olurdu. Üzü nifrətə dönəndə məhəbbətdən əlamət qalmırdı. Güləbətini belə görmək maraqlı idi. Şüfə ilə Ağasəfər xaricən bir-birinə oxşayırdılar. Hər ikisi uca boy idi. Hər ikisi sarışın idi. Üzləri ətli deyildi. Hər ikisinin gözləri qonur idi. Şüfənin kiprikləri uzun, Ağasəfərin kiprikləri qısa idi. Kipriklər elə bil odu toxunub bütülmüşdü. Ağasəfərin əllərinin üstündə qəhvəyi çillər görünürdü. Müstəntiq ilk sualını Şüköfəyə verdi. Güləbətini kənddən gətirmək fikrini qabaqca kim irəli sürdü? Siz, yoxsa Ağasəfər? Ağasəfər. Anabətini gətirmişdiniz. Güləbətini niyə gətirdiniz? Elə suallar verirsiniz ki, elə bir qəbahət işsat tutmuşuq. Ümumiyyətlə, mən bilmək istəyirəm ki, bu sorğu suallar nədən ötürüdür? Məyər şəhərdə az adam var ki, kənddə olan qohumlarından gətirib yanında saxlayır? Siz Güləbətinlə Anabətini qabağınızda işlətmək, uşaqlarınızı yedirib giyindirmək, gəzdirmək, onları səhərlər məktəbə aparıb, günortalar məktəbdən gətirmək üçün ailəsindən qoparıb gətirmisiniz. Siz bütöv bir ailənin nə işi varsa, hamısını Güləbətinlə Anabətinin boynuna qoymusunuz. Bacılar bir-bir sizin evinizi təmizləyib, sizin əyninizdən çıxardığınız çirkli paltarları yuyub ütüləyiblər. O biri tərəfdən bazara, dükanlara yuyurublər. Siz səhər naharını yediyiniz zaman onların ixtiyarı olmayıb süfrəyə yaxınlaşsınlar. Bunlar bizi istəməyənlərin sözüdür, yoldaş müstəntiq. Mən ölsəm də Güləbətinin, Anabətinin əli ilə yulan paltarı əynimə geymərəm. Nə də qoymaram uşaqlarım giysin. Nə üçün? Onun üçün ki, belələrinə gərək 10 il hələ paltar yumağa öyrədəsən. Onları evimə ona görə gətirmişəm ki, oxuyub bir adam olsunlar. Pislik eləmişəm. Güləbətin məktəb üzü görməyib. Siz ona yalan qiymətlər yazdırmısınız. Başa düşmürəm. Saxta qiymətlər. Başa düşürsünüz? Əsassız danışırsınız. Qiymətlərin düz olub olmamasını müəyyən etmək üçün məktəbdə sənədlər var. Bir halda ki, Güləbətin məktəbin yolunu tanımır. Texnikumun harda yerləşdiyini bilmir. Hansı sənəddən danışırsınız? Dinmirsiniz. Bəlkə deyəsiniz, nəyə görə Anabətini bir ildən sonra ailəsinə qaytarıb Güləbətini gətirdiniz? Anabətin oxumaq istəmədi. Ona zor edə bilməzdik. Bugündən mən qoymayacam, bu qız da mənim qapıma ayağını bassın. Prokurorluğun yolunu bilən, evlərinin yolunu da yaxşı bilər. Sakit olun. Güləbətin sizə getməyəcək. Onu kənddən mən gətirmişəm. Mən aparıb ailəsinə təhvil verməliyəm. Narahat olmayın. Güləbətin etibarlı adamların yanındadır. Onun atası Hümmətdə, anası Hüsniyə də şəhərdədir. Eybi yoxdur. Gedək Ağasəfər. Bunun kimisinə hələ paltar da tikib geydirdik. Dur ayağa. Prokurorun otağında heç kəsin gözləmədiyi hadisə üz verdi. Bir göz qırpımında başlanan hadisə şimşək kimi çaxıb söndü. Qapıya çırpılan ayaqqabının hər tayı bir tərəfə düşüb qaldı. Döşəmədə 2-3 parçaya bölünmüş çit don gördüm. Şüfə ilə əri prokurorun otağına şux geyimdə daxil olmuşdu. Şüfənin əynində əlvan gülləri olan kremplin don vardı. Onlar qapıdan çıxmaq istəyəndə Güləbətinin atdığı ayaqqabıların bir tayı onun açıq sinəsinə, o biri tayı Ağasəfərin ortasının tükük etmiş kəlləsinə dəydi. Güləbətin başını örtdüyü yaylığı cırıq-cırıq edib döşəməyə atdı. Mən məktəbin üzünü də görməmişəm. Siz məni qoymurdunuz məktəbə gedəm. Deyirdiniz, otur yerində. 4 ilin tamam olmağını gözlə. Diplom alıb hara istəsən çıxıb gedərsən. Mən belə oxumaq istəmirdim. Siz məni qoymurdunuz ağzımı açıb bir kəlmə söz deyəm.
Siz məni qoymurdunuz evimizə. Atam-anama məktub yazam. Mənə özünüz də, uşaqlarınız da gülürdü. Çörək almaqdan bir dəqiqə gecikəndə məni boş otağa salıb qapını bağlayırdınız. Sən şükufə, məni neçə dəfə bağlı qapının arxasında saçlayıb döymüsən. Sən mənə deyirdin ki, mənim anam, atam bütün ixtiyarımı sizə verib. Mən qaçıb getsəm də, atam-anam məni evə buraxmayacaqlar. Qalacam ortalıqda. O zaman siz də mənə yaxın durmayacaqsınız. İt kimi öləcəm. Anamın mənim üçün göndərdiyi yorğanla balışı gizlədib mənə vermədiniz. Qışın soyuğunda aynəbətdə, döşəmənin üstündə yatırdım. Altıma atdığınız döşək, deyirdiniz ki, qoca babanızdan qalıb. Mənə gülürdünüz. Döşəyin içərisində yun qalmamışdı. Yunu döşəyin içərisindən çıxarıb stollarınızın üstünə qoymaq üçün döşəkçələr düzəltmişdiniz. Mən babanızın mitilində yatırdım. 3 ildə əynimdən bir don çıxmadı. Uşaqlarınız yeməyib, kürlük eləyəndə üstümə cumurdunuz. Elə bilirdiniz ki, uşaqlarınızın iştahını mən bağlamışam. Mənə deyirdiniz, uşaqlar yemək yeyəndə bayıra çıxım. Yeyib qurtarına kimi içəri girməyim. Gözümü ağızlarına tikirəm. Onlara pis baxıram, iştahlarını qaçırıram. Adımı falabaxan qoymuşdunuz. Qonşulara deyirdiniz ki, mən gecələr yatmayıb, mitlinin arasında fala baxıram. Qəbristanlıqdan torpaq gətirib, uşaqlarınızın yemək yeyən vaxt göz-göz edib, xörəklərinin içərisinə tökürəm. Pul oğurlayıram. Səhər çörək almağa gedəndə bulka alıb xəlvət yeyirəm. Evimizə yazdığım 2 məktubu tapıb gizlətmişdiniz. Dinmirdiniz ki, mən dillənim. Məktubun necə olduğuna xəbər alım. Düşəsiniz mənim üstümə. Mənsə dinmirdim. Telefona əl uzatsam, əlini biləkdən kəsərik deyirdiniz. Neçə dəfə atam zəng vurub mənimlə danışmaq istədi. Qoymadınız. Dediniz uşaqlarla şəhərə, kinoya baxmağa gedib. Hansı ki, mən mətbəxdə ayaq üstündə dayanıb gözləyirdim. Qorxumdan içəri girmirdim. Uşaqlarınız mətbəxdə məni dövrüyə alır, üzümə baxa-baxa deyirdilər. Atanla danışmaq istəyirsən? Ananla danışmaq istəyirsən? Gülürdülər. Yanınıza qaçırdılar. Ana, qoy gəlsin bir kəlmə danışsın. Deyəndə əlinizi atıb dəstəyin ağzını qapıyırdınız ki, səsi eşitməsinlər. Alın. Bu sizin dünən mənə aldığınız ayaqqabı, bu da başörtüyünüz, bu da koftanız. Tüv bunlara. Siz mənim bacımı, anabətini bədbəxt elədiniz. Atamı, anamı el içində rüsvay etdiniz. Ağasəfər və Şükufə getmişdilər. Prokurorun otağında sükut idi. Sükutu qəfil açılan qapının səsi pozdu. Oturanlar qapı tərəfə baxdılar. Yolda Ağasəfərin ağlına nə gəlmişdisə, geri qayıtmışdı. Müstəntiq Sako Melkumyan hələ də oturmayıb, qapı tərəfdə dayanmışdı. O, Ağasəfərin içəri girdiyini görən kimi bir neçə addım irəli gəlib, Ağasəfərin yanında dayandı. Otaqda dinib danışan yox idi. Ağasəfər Melkumyana baxdı. İrəli yeriyib, prokurorun stolunun qabağında durdu. Prokurorla Ağasəfərin nəzərləri bir-birinə dikilmişdi. Ütülmüş kipriklərin altından bir cüt xırda, qonur göz prokurora dirənmişdi. Alt dodağı arı çalmış kimi şişib, aşağı sallanmışdı. Demək, bizi bura çağırmışsınız ki, ayaqqabıları başımıza çırptırasınız, deyə Ağasəfər dilləndi. Prokurordan cavab almadığını görən Ağasəfər dişlərini yenidən bir-birinə sıxıb əngini oynatdı. Siz xalq müəllimini təhqir elətdirirsiniz? Siz Sovet müəllimlərini saxtakar adlandırırsınız? Ağasəfər sağ əlini qaldırıb şəhadət barmağını silkələdi. Siz mənim üstümə şər atmaq istəyirsiniz? Siz anabətini mənim üzümə dirəndirmək üçün kəndə müstəntiq göndərmisiniz? Baxarıq, xalq müəlliminə şər atmaq necə olur? Ağasəfər qapıya tərəf döndü. Gedib qapının dəstəyindən yapışdı. Zərblə çəkdi. Özünə çırpıb yerə sərildi. Bədənini döşəməyə döyməyə başladı. Qışqırdı. Mən dələduz deyiləm. Mən jülik deyiləm. Mən xalq müəllimiyəm. Ağasəfərə yaxın gedən, əl vuran olmadı. Özünü döşəməyə çırpıb qışqırdı. Nəhayət gözlərini yumub, halsız sərələ qaldı. Prokurorun otağında təşviş olmadı. Podpolkovnik Sadıq Rzayeviçdən başqa döşəmədə sərələ qalmış Ağasəfərə baxan yox idi. Ağasəfər döşəmənin üstündə bu vəziyyətdə az qaldı. Birdən qalxıb qapıdan çıxdı. Mən açıq qapını örtmək istəyəndə prokuror xahiş elədi ki, Gülsabah xalaya deyim çay gətirsin. Prokurorun çay istəməyi mənim ürəyimdən oldu. Gülsabah xala əlində çay məhrəbası, dəmlədiyi çayın yanında durmuşdu. Məni görəndə üzümə baxıb xəbər aldı. Getdi, getdi. Bir də qayıtmasa yaxşıdır. Gülsabah xala yüngülcə qalxdı. 4 stəkan çay tökdü. Prokurorun stəkanını tanıyırdım. Buna baxmayaraq stəkanı mənə göstərib dedi. Qızınkidir.
Birdən dəyişik salarsan. Əlimdə çay dolu stəkanlar içəri girəndə bir nəfərin prokurorun qarşısında dayanıb ona dediyi bu sözləri eşitdim. Siz nə haqla cəza orqanında mənim adımı çəkmisiniz? Xahiş edirəm cavab verəsiz. Mən müəlliməyəm. Dərsə getməliyəm. Sizin pauzalarınıza vaxt yoxdur. Siz mənim adımı çəkmisiniz. Demisiniz ki, o filankəslə gəzən müəllimə saxta qiymətlər verir. Birincisi, deyin görüm gəzmək nə sözdür. İkincisi, mən kimə saxta qiymətlər vermişəm? Siz nazqızsınız. Niyə özünüzü bilməməzliyə qoyursunuz? Güləbətin Hümmət qızına ilk saxta qiyməti siz yazmısınız. Mənim birinci sualına cavab verin. Sonra keçərik qiymət məsələsinə. Bizi Güləbətinə yazdığınız saxta qiymət maraqlandırır. Aydındır. Məsələni yayındırırsınız. Nəyə görə Güləbətin Hümmət qızına saxta qiymət yazmısınız? Xahiş edirəm, mənimlə bu tonda danışmayasınız. Siz bilirsiniz mən kiməm? Dediniz ki, nazqızsınız, ədəbiyyat müəllimi. Demək istəyirsiniz ki, məktəbi siz yoxlatdırmısınız? 3-cü dəfə sizə müraciət edirəm. Nə səbəbə görə Güləbətin Hümmət qızına saxta qiymət yazıbsınız? Kimin xahişini yerinə yetiribsiz? Məqsədiniz nə olub? Hər halda rüşvət almaq məqsədi güdməmişik. Güləbətinin atasının 11 baş ailəsi var. Hümmət hələ onları saxlasın, qalsın bizə rüşvət verməyi. 3 il Güləbətinin qiymət kitabçasına saxta qiymətlər yazıb qol çəkmisiniz. Niyə? Güləbətin 3 nömrəli məktəbin tələbəsi olub, oxuyub, qiymət alıb. Yaddaşınız necədir? Bu nə sözdür? Gəlsəniz üstümə dəli adında qoyasınız. Yaddaşım da, hafizəm də əla. Güləbətin uşaq otağındadır. Onu bir neçə uşaqla buraya çağırtdıracam. Güləbətini mənə göstərib deməlisiniz ki, neçə il dərs deyib 5 qiymətlər verdiyiniz tələbə Güləbətin budur. Demək, müəllimlə tələbəni üzləşdirirsiniz. Sizin bu hərəkətiniz Sovet prokuroruna yaraşmayan sifətdir. Güləbətinin gəlməsini istəmirsiniz? İstəmirəm. Sonra gedə bilərsiniz. Siz mənə gəzmək sözünü sübut edəcəksiniz. Gedin Nazqız müəllimə. Gedirəm. Biləndə ki, siz kiminlə danışmısınız? Gec olacaq. Məsləhət görürəm, yoxlamanı filanı qoyasınız bir kənara. Yoxlamanı filanı qoyun bir kənara. Siz belə məsləhət görürsünüz? Belə məsləhət görürəm. Prokurorun sualından sonra Nazqızın üzü dəyişdi. Gözləri güldü. Nəzərlərini prokurorun üzündən götürmədi. Adamlarınızın kim olduğunu mənə demədiniz. Deyərəm. Siz söhbətimizdə yoldaşların iştirak eləməsindən narahat olmayın. Əməlli tanışlıq verin. Sizi yaxşı tanıyım. Siz demişkən, sonra gec olar. Bilirsiniz, o sizi lap yaxşı tanıyır. Amma mən onu tanımıram. Yox, bilirsinizmi, o burada yaşamır. Kətdə olandı. Kənddə ha, bir ağ olsun. Mənim kətdə olanla nə haqq hesabım? Nazqız xeyli güldü. Sakitləşdi və prokurora dedi. Moskvada. Nazqızın ciddi cavabı və ciddi görünüşü müqabilində prokuror gülümsədi. Tanışınız haqqında heç nə demək istəmirsiniz. Sonra hər şeyi biləcəksiniz. Bakıya gəlmişdi. Sizin haqqınızda ona çox söhbət eləmişəm. Mənim haqqımda. Bəli, sizin haqqınızda. Nazqız əklə prokurora cavab verdi. Sözləri xüsusi vurğularla tələffüz elədi. Biz beləyik. Talantlı işçilər haqqında. Özü ilə yaxın olmasaq da, yaxşı söz deməkdən çəkinmirik. Siz məni az-çox tanıyırsınız? Pah, bəs yox. Bəs siz nə bilirdiniz? Elə bilirsiniz ki, Nazqız müəllimənin dünyada heç nədən xəbəri yoxdur. Bu yaxşı cəhətdir. Siz mənə yaxşılıq etdiyiniz halda mən sizə pis olmuşam. Hə, olsun. Canınız sağ olsun. Tanışınız çoxdan Moskvada yaşayır. Lap çoxdan. Bilirsiniz, Azərbaycanca necə pis danışır. Eşitsəniz gülməkdən özünüzü saxlaya bilməzsiniz. Yadırğıyıb. Deyirəm ki, Qaftan Qarçeviç, bu nədir? Danışmayın siz Allah. Dili lap öldürürsünüz. Gülür. Deyir, gərək 1-2 ay məzuniyyət götürüb gələm. Mənə dili yaxşı-yaxşı öyrədəsən. Deyirəm, hə, bircə ili o işim qalmışdı. Sizə dil öyrədəcəm. Gələndə sizi tanış edərəm. 2 ay məzuniyyət götürməkdə yəqin yaradıcı yoldaşlardandır. Yox, yox. Məndən gizlədirsiniz. Elə sizin sənətinizə yaxın. Başa düşdüm. Dövlət prokurorluğunda düz tapmısınız. Qaftan Qarçeviç. Adı atasının adı ilə belədir? Nazqız güldü. Yox, belə deyil, dedi. Mən müxtəsərcə belə çağırıram. Özü də gülür. Deyir ki, Nazqız xanım, mənim adımı, atamın adını bu cür ixtisarla heç kim deyə bilməz. Gülürəm.
Deyirəm, nəyə görə adınıza hamı olduğu kimi bilməlidir? Prokuror Nazqıza heç nə demədi. Diqqətlə baxdı. Çaylar necə tökülmüşdüsə, eləcə də qalırdı. Durub çayları təzələmək istəyəndə prokuror işarə elədi ki, lazım deyil. Deyəsən Nazqız başa düşürdü ki, prokurora qarşı işlətdiyi fəndləri bəhrə vermədi. Telefon zəngi vurulan otaqda bir mən idim, bir prokuror. Prokuror dəstəyi qaldırdı. Danışan Şeyda idi. Görüşə gəlmək istədiyini bildirdi. Bilirdim ki, prokuror acdı. O hələ nazirliyə getməlidir. Tələsik yemək gətirdim. Prokurorun qabağına qoydum. Kim gəlir gəlsin, dedim. Siz nahar etməyənə qədər içəri buraxan deyiləm. Anamın hazırlayıb göndərdiyi xörəyi təmiz, çini boş qaba qoydum. Çəngəli ona verib dedim. Yeyin. Prokuror etiraz eləmədi. Yedi. Çayları təzələdim. Gülsabah xala mənimlə birlikdə prokurorun yanına gəldi. Anan ölməsin. Sənin tayların qışda küçədə oğlanlarla qartopu oynayırlar. Yayda əyinlərinə əl boyda çit, dənizin qırağından əl çəkmirlər. Gülsabah xalanın prokurorla söhbəti maraqlı olurdu. Gülsabah xala söhbət edəndə prokuror hey gülürdü. İndi prokuror ağzında tikəsi Gülsabah xalaya məlul-məlul baxırdı. Gülsabah xalanın qəlbində özünə qarşı doğma hissləri duyurdu. Gülsabah xala prokurorun yeməyinə mane olmasın deyə, çoxdan onu görməyən adam kimi zəndlə baxıb getdi. Mənim iştaham yox idi. Qaraltı eləyirdim ki, prokuror xörəyi əməlli yesin. Yeyib qurtardı. Üzünü mənə tutub gülümsədi. Yaxşıca yedim. Deyirlər məhəbbəti, nifrəti insanın gözündə olur. Bəzilərinki isə içərlərində. Prokurorun məhəbbətlə dolu, aydın gözləri birdən elə solğunlaşırdı. Mən baxa bilmirdim. Şeyda gələnə kimi Ələmdar qoltuğunda köhnə portfel gəldi. Papağını çıxarıb arxayın oturdu. Görəm məndən ötürü darıxıbsız. Prokurorun elə bil keyfi açıldı. Bəs nə bilmisiniz Ələmdar əmi? Dedi. Siz gələndə bilirik ki, bizə pul verəcəksiniz. Görün sizə necə pullar gətirmişəm. Elə bil bu saat kəsilib. Bu sənin, bu da sənin. Çinarə, qol çək qızım. Maarif Nazirliyində çağırılan kollegiyada müstəntiq İxtiyar Murtuzayev, Sako Melkumyan, Sadıq Rzayeviç iştirak etməliydilər. Kollegiya başlananda Respublika Prokurorluğunun nümayəndəsi Baratzadəni də gördüm. Kollegiyada bir neçə məsələ həll olunmalı idi. Qanun və şəxsi məsuliyyət məsələsinin qaldırılmasına səbəb prokuror idi. Prokurorun irəli sürdüyü təşəbbüsü Ələddin Qaşqay müdafiə etmişdi. Şeyda ilə prokurorun görüşü qurtarmışdı. Kollegiyanın başlanmasına hələ vaxt qalırdı. Biz prokurorluqdan çıxandan sonra nazirliyə piyada gedə bilərdik. Şeydanı yola salandan sonra prokuror getmək üçün hazırlaşdı. Ondan xəbər aldım. Piyada? Mütləq. Biz xeyli dinməz getdik. Prokuror dedi. Şeydanın sevincinə fikir verirdin Çinarə. Kövrək qadındı. Belə yaxşı deyil. İradə güclü olmasa, insan məhv ola bilər. Güloğlan anasının gətirdiyi şeyləri qəbul etməkdən boyun qaçırıb. Hekayət xanım, indi Danqanın ətrafındakı adamlar başqalarıdır. Balamirzənin Şeydaya cavabı pis olmayıb. Oturun evinizdə. O bir uşaqlarınızla məşğul olun. Başınıza gələnlərdən nəticə çıxarın. Usta Balamirzə Güloğlanı yanına işləməyə aparandan bir həftə sonra prokurora zəng vurub onu təbrik eləmişdi. Güloğlan öz istəyi ilə uzun saçlarını qısaldıb. Usta Balamirzənin hər zarafatında həqiqət olur. Güloğlanın mədəndəki həyatı, işi haqqında prokurorluğa müntəzəm məlumat verilirdi. Biz Maarif Nazirliyinin yerləşdiyi binaya doğru gedirdik. Üzümüzə yumşaq meh dəyirdi. Ciyərlərimiz təmiz hava ilə dolub boşalırdı. Şeydanın dediyi sözlər yadıma gəlirdi. Sizə necə təşəkkür edeyim? Doğrusu prokurorlardan pislik görməmişəm. Güloğlanın birinci işində də prokuror məni yaxşı qəbul elədi. Bir kəlmə ağır söz demədi. Buna baxmayaraq, prokuror adı eşidəndə yenə qorxmağa başlayıram. Məndən də qorxdunuz? Heç bir qırıq da. Dedim, elə belə qızdı da, oturub orada. Prokuror bərkdən güldü. Şeydanın əlindən yapışdı və gülə-gülə xəbər aldı. Yəqin prokurora oxşamıram, hə? Nəyə görə oxşamırsınız? Lap əntiqə oxşayırsınız. Daha prokuror adı gələndə qorxmayın. Dünyasında. Şeyda sözlərini xüsusi vurğu və inamla dedi. Gülməyə başladı. Barmağındakı iri brilyant qaşlı üzüyü çıxarıb prokurorun barmağına keçirtdi. Bu hədiyyəni sizə verməyi uşaqlarım tapşırıb. Ağlınıza heç nə gəlməsin. Mənə dünya dolu hörmət eləmisiniz.
Qoyun üzük barmağınızda qalsın. Hər millətin qanun qaydası, adəti var. Biz hörmətə hörmətlə cavab veririk. Prokuror barmaqlarını bir neçə dəfə açıb yumdu. Üzüyü bizə tərəf tutub xəbər aldı. Necədir? Əla üzüydü. Hekayət barmaqlarını yenə yumub açdı. Həqiqətən əladır Şeyda xanım, dedi. Ancaq qulaq asın, görün mən nə deyirəm. Mənə inana bilərsiniz ki, üzüyü mənə bağışlamağınız barədə heç nə fikirləşmirəm. Sizin səmimiyyətinizə, ürəyinizə inanıram. Ürəyiniz təmizdir. Ancaq prokurorluq öz mülahizələrinə əsasən hərəkət edəndə sizin üzərinizə heç bir minnət qoyub eləməyib. Üzüyü alın. Əvəzində isə siz mənə bilirsiniz nə gətireyim? Çay. Əla çay. Özü də 2 bağlama. Gətirəcəksiniz? Şeyda bilmədi prokurora nə cavab versin. Mənim üzümə baxdı. Gülümsədi. Prokuror yenə dilləndi. Axı mənim bir əmim var. Onun ən çox sevdiyi şey əla çaydır. Şeyda prokurorluqdan xoş əhvalla getdi. Üzünün rəngi durulmuşdu. Gözləri mənim əvvəl gördüyüm kimi iri və işıqlı idi. Şeydanın başı ətrafında neçə vaxtdan bəri qara dumana bənzər bulud parçası hərlənirdi. Buna görə rəngi tutqun görünürdü. Duman onun başından çəkilmişdi. Şeyda düşünürdüm ki, həyatı, insanları indi daha aydın görür. Kollegiyanın üzvlərindən bir neçəsi çıxış edib, qanun və şəxsi məsuliyyət məsələsinin Neftçi rayon prokurorluğu tərəfindən kollegiyanın gündəliyinə daxil edilməsi təşəbbüsünü bəyəndiklərini söylədilər. Kollegiyanın üzvü, görkəmli müəllim Ələkbər Nəsirzadə dedi. Mənə xəbər çatanda ki, kollegiyada baş prokurorluğun nümayəndəsi, prokuror Hekayət xanım iştirak edəcək. Düzü prokurorların məclisimizə təşrifi mənə qəribə gəldi. Etiraf edirəm, yoldaşlar. Şəxsən mən bizim prokurorluğun nazirliklə, məktəblə belə yaxın əlaqəsinə ilk dəfə rast gəlirəm. Məni düz başa düşün. Prokurorlar bu gün burada əsl pedaqoq kimi iştirak edirlər. Bu məni sevindirməyə bilməz. Prokurorluq müəllimlərin diqqətini mühüm bir məsələyə, qanun və şəxsi məsuliyyət məsələsinə yönəldib. Bizə və bizim nazirliyə bu qanuni xəbərdarlıqdır. Məhz xəbərdarlıq. Biz necə edirik? Məktəblərə gedirik, dərslərdə iştirak edirik. Dərslərin müəllimlər tərəfindən necə təlim edildiyini yoxlayırıq. A3, A4 formalarında mənimsəmə faizinə baxırıq. Şagirdlərin əxlaqının əla olduğunu görüb, razı geri qaydırıq. Şagird Sərxanla Əliqulunun məsələsi niyə ortalığa gəldi? Müxbir Surxay yoldaşın yanlış fikirləri qəzetimizin səhifəsində özünə niyə yer tutdu? Ona görə ki, biz qanun və şəxsi məsuliyyət məsələsinə ya heç toxunmamışıq, yaxud necə deyim, yanından keçib getmişik. Güləbətinlərin, anabətinlərin faciəsinə 2 qızın, 2 bacının faciəsi kimi baxmaq olmaz. Güləbətinlə anabətinin məsələsi də bizim bütün maarif ordusuna ciddi xəbərdarlıqdır. Ağasəfərlər cəmiyyətimizə kökündən yad və zərərli olan istismar forması gətirməkdədir. Biz bu məsələyə bicanə qala bilmərik. Maarif Nazirliyinin Ali Məclisində deməliyəm ki, Ağasəfərlər ailəsi, Nazqızlar, Sovet müəlliminə yaraşmayan əməllərlə məşğul olmuşdu. Fikirləşin, Güləbətin, anabətin kimdir? Bizim gələcək nəslimiz. Güləbətin, anabətin kimdir? Sovet dövlətinin vətəndaşı. Cəmiyyətin gələcək taleyi əllərində olacaq insanlar. Belə adamları körləmək, mütləşdirmək, həyatın mübarizəsindən çəkindirib küt, ağılsız, şuursuz vəziyyətə salmaq, sonra əllərinə saxta diplom vermək böyük cinayətdir. Kimsə stəkana su töküb Ələkbər Nəsirzadəyə uzatdı. İçmədi. Sakit və aramla sözünə davam elədi. Sevincimə səbəb budur ki, bugün mənim qarşımda Hekayət xanım prokuror kimi çıxış elədi. Fəxr edirəm ki, onun müəllimi olmuşam. Bir vaxt Hekayətə Hekiş deyirdim. İndi isə ona Hekayət xanım, prokuror deyə müraciət edirəm. Biz, yəni kollegiyanın üzvləri bir gün əvvəl nazirin otağında toplanmışdıq. Nazirimiz Naib Neymətzadə yoldaş da orada idi. Mühüm bir işi müzakirə edirdik. Baratzadə yoldaş müzakirədə iştirak edirdi. Müzakirə prokuror Hekayət xanımın haqqında yazılan məqalə ətrafında idi. Biz qəzetdən razı qalırıq, yalnız ona görə ki, Surxay yoldaşın bu məqaləsini dərc eləməkdə geniş müzakirə auditoriyası yaratmışdı. Qəzet Maarif Nazirliyinin məqalə haqqında fikrini bilmək istəmişdi. Məsələ təmiz məsələdir. Maraqlı və təzədir. Surxay yoldaş yazır. Sərxanla Əliqulu oğurluq etdiklərini etiraf etdikləri
və əldə əşya-i dəlil olduğu halda prokuror oğruları azad etmiş. Onların əvəzinə təqsiri olmayan, zərər çəkmiş bufetçi Simuzəri həbsə salmışdı. Yoldaşlar, bu fikirlə əlaqədar dünənki toplanışımızın nə nəticəyə gəldiyini sizə deməyə münasib bilmirik. Yerlərdən Nəsirzadənin sözünü kəstilər. Nahaq demirsiniz, yoldaş Nəsirzadə. Deyin, bunu soruya saxlamağın mənası nədir? Sakit olun, yoldaşlar. Biz prokurorun məhkəmədəki çıxışını təqdir edirik. Prokuror həm də əsl pedaqoq kimi hərəkət eləmişdi. Biz də deyirik. Oğru Sərxanla Əlqulu deyil. Oğru bufetçi Simuzərdir. Məsələ təkcə bufetçinin şagirddən 5 qəpik əvəzinə 10 qəpik almasını deyil. Biz məktəb açmışıq. Bu məktəbdə şagirdlər kommunist tərbiyəsi alırlar. Bufetçi Simuzər həmin məktəbdə şagirdlərə əli əyriliyin, adamları aldatmağın yollarını öyrədir. Belə bufetçi tək Simuzərdir? Xeyr. Ələsgər Ağcığırlı yoldaş, sizə 3 dəfə xəbərdarlıq edilmişdi ki, Simuzər məktəbdə şagirdlərin tərbiyəsinə, işi və hərəkəti ilə mənfi təsir göstərir. Tədbir əvəzinə mənə zəng vurursunuz ki, yəni bir bufetçini dolandırmaq olmaz. Məktəbimizdə o qədər çatışmayan işlər var ki, atılıb qalıb bir tərəfdə. Direktorun işi yalnız bufetçini çıxarıb qəbul etməkdən ibarətdir. Məktəbin direktoru bufetçinin geyimi haqqında sizinlə söhbət edib. Cavab vermişsiniz. Kərəm, xalqın geyimi ilə nə işin var? Sən atanın coru. Qoy bizi oturaq yerimizdə. Qoy işimizi görək. Qadın üzük, sırğa taxar da. Ağcığırlının verdiyi cavab olduğu kimi deyiləndə, zaldakılar Ələsgərin tərləmiş və qapqara qaralmış üzünə baxıb gülüşdülər. İcazə alıb dedi. Deyirəm, Ələsgər müəllim, Simuzər birdən 10 barmağının onuna da üzük taxıb məktəbə gəlir. Üzüklər bütün günü şagirdlərin gözlərinin qabağında parıldayır. Dərsdə də bufetçinin üzüklərindən danışırlar. Ələsgər yoldaş nə cavab versə yaxşıdır? Deyir ki, nə pis təsir göstərəcək, Şagirdlərin ata-anaları üzük taxmır. Ən şirin şey birdən acıya dönən kimi, gülüş də birdən şirinliyini itirir. Naib Neymətzadə Nəsirzadədən xahiş elədi ki, otursun. Elan etdi ki, kollegiya üzvlərinin çıxardıqları qərarı iclasın sonuna saxlamağa ehtiyac duyulmur. Hər kəs məqalə və prokurorun məktəb məsələsini dair fikrinə öz münasibətini bildirmişdi. Nazirlik qərara gəlmişdi ki, prokurorun tutduğu yol, 2 şagirdi müdafiə edib həbsə atmaması yolu doğrudur. Müəllimlərin ürəyincədir. Sərxanın, Əliqulunun oxuduqları məktəbdə qanun və şəxsi məsuliyyətdən əsər əlamət olsaydı, cinayət baş verməzdi. Məktəbdə şəxsi məsuliyyət hissini itirən təkcə bufetçi Simuzər deyil. Bu sözləri tək-tək müəllim, sinif rəhbərləri, pioner dəstə rəhbərləri haqqında da demək olar. Və demək lazımdır. Bufetçinin zərərli iş üsulu tərbiyə ocağında özünə yer eləmiş, yaramaz hərəkətlər valideynlər tərəfindən də nəzarətsiz, başlı başına buraxılmışdı. Nəsirzadə çıxışlara yekun vurub üzünü heç cür sakit olmayan müxbirə tutdu. Nazirlik belə hesab edir ki, milis və məhkəmə orqanlarının əməkdaşları maarif işçilərinin yaxın köməkçiləridir. Sizin yazınız barədə ayrıca söz eşitmək istəyirsinizsə, qulaq asın deyim. Biz qəzetin işini ümumiyyətlə bəyənirik, qiymətləndiririk. Biz onu da qeyd elədik ki, siz bu məsələdə xeyli cəsarətli tərpənmisiniz. Bununla belə, prokuror Hekayət xanıma qarşı irəli sürdüyünüz ittihamlarla biz razılaşa bilmərik. Prokuror həm hüquq, həm pedaqoji məsələdə daha dəqiq hərəkət etmişdi. Biz bu yolu bəyənirik. Mən sizə bir söz demək istəyirəm. Surxay yoldaş. Sizin adınızı biz tez-tez eşidirik və biz buna şadıq. Siz hələ, necə deyim, müxbirsiniz. Bizim çox hörmət etdiyimiz müxbir adını daşıyırsınız. Ən görkəmli jurnalist, hüquqşünas belə, bəzən müəyyən məsələlərdə səhv edə bilər. Gəlin biz adi səhvlər etməməyimiz üçün də çalışaq. Biz Naib Neymətzadənin otağından çıxdıq. Surxay əlində portfel bizimlə xudafizləşmədən yanımızdan keçib getdi. Bizi maşınına dəvət edənlər oldu. Hekayət xanım razılıq edib piyada getmək istədiyimizi dedi. Sako Melkumyanla Sadıq Rzayeviç və Ələddin Qaşqay otaqdan bir yerdə çıxdılar. Bizimlə xeyli dayandılar. Onların kollegiyanın gedişindən razı qaldıqlarını görürdüm. Sadıq Rzayeviç öz adəti üzrə şux halda dedi. Hekayət xanım, siz bugün böyük bir ordunu özünüzə dost etdiniz. Müəllim ordusu ən güclü ordudur. Bu ordu sizi sevdi. Biz buna sevinirik. Hekayət xanım əlimdən yapışdı. Gəl tez-tez düşək Çinarə, dedi. Toran vaxtı idi. Bakıda toran vaxtı ecazkar gözəllik yaranır. Mən bu gözəlliyi sevirəm.
Ona tamaşa etdikcə ürəyim fərəhlə dolur. Prokurorla Bakının yanan rəngləri içərisində xeyli getdik. Səssiz. Mən dinmirdim. Prokuror dincəlsin. Səssizlik Hekayət xanıma rahatlıq gətirirdi. Diyandıq. Başımı qaldıranda qarşımızda bir qapı gördüm. Qapını Hekayət xanım açdı. İçəri girdi. Bura prokurorun əmsi Tomralın evi idi. Hekayət xanım işıqları yandırdı. Ev belə işıqlı olanda xoşum gəlir Çinarə. Bayırdan qırmızı işıq əla görünür. Elə bil qırmızı işıq olan yerdə həyat boldur. Pərdələri də bax beləcə çəkək. Hələlik tələsən yerimiz yoxdur. Nədən başlayaq Hekayət xanım? Çaydan. Əla çay. Sən çay qoyana kimi mən də paltarlarımı dəyişim. Mən çaydanı yaxalayıb təzə su ilə doldurub qaz piltəsinin üstünə qoydum. Mətbəxdə ləngidim ki, prokuror paltarını dəyişsin. Prokurorun əmsinin evində idmançılara məxsus kostyumu vardı. 46 ölçüdə. Kostyumu geyib saçlarını arxada bir hörük edib bağladı. Mətbəxdən çıxıb yanına gəldim. O əmsinin stolunun üstündə yazılı kağızı götürüb xüsusi vurğularla oxudu. Sənə hekayətim var. Sənə şikayətim var. Mən bu sözlərə o qədər alışmışam ki, içəri girəndə kağızı stolun üstündə görməsəm, elə bilərəm əmim məndən küsüb. Əmim də hara getdi, gərək bu sözləri tələm-tələsik yazıb stolun üstünə qoya. Mən dinmədim. Prokuroru çaya dəvət elədim. Çayı arxayın içirdik. Ləzzət verirdi. Prokurora baxırdım. Onun üzündəki cizgi və ifadələri əzbərdən bilirdim. Prokurorun haqq yolunda qələbəsinin şahidi olanda sevinirdim. Gözlərimin qabağına kollegiya iştirakçıları gəlirdi. Surxayı görürdüm. Surxay prokurora qarşı ədalətsiz hərəkət eləmişdi. Amma prokuror müxbirin haqqında başqa cür düşünürdü. Mən Surxayın pis vəziyyətdə qalmasını istəmirdim. Bu güzəşt deyil. Surxay mənim tələbə yoldaşım olduğu üçün də deyil. Jurnalist olduğu üçündür. Məhz jurnalist. Son vaxtlarda jurnalist sözü şabaş edilir. Bir məqalə çıxır, demək jurnalistdir. Demək istəmirəm. Surxay jurnalist deyil. Ancaq jurnalist haqqında mənim fikrim başqadır. Bunu sən bilirsən. Prokuror həm də qızlıq həya, ismətini qoruyub saxlamışdı. Heç vaxt qoymaram əclaf kişi prokurora eşq elan etsin. Bu bir tikə qız üçün ən uca, ən paç məhəbbət lazımdır. Hiyləgər məhəbbət yox. Qulağımla eşidirdim. Prokuror olan qızda nə məhəbbət? Nifrət edirəm belələrinə. Çinarə, prokuror məni səslədi. Fikrimdən ayrıldım. Bəli, bilirsən nədən başlayaq? Qabaqca şeylərin yerini dəyişək. Divanı kitab rəflərinin yerinə, kitab rəflərini divanın yerinə qoyaq. Görürsən, solaxaydı. Buna görə işıq düşmür. Əşyalar da yaxşı görünmür. Kitab rəflərinin içərisini boşaltmadan götürdük. Mən azacıq gecikəndə prokuror az qalırdı kitab dolu rəfi tək götürsün. Yürüb bir tərəfindən yapışırdım. Prokuror oğlan kimi hıqqanıb deyirdi. Kim güclüdür? Sən, mən, elə ikimiz də. Ancaq bir iş var. Mən rəfləri ora-bura dartmağa, götürüb qoymağa vərdiş eləmişəm. Yox, dedim. Mən olan yerdə siz əlinizi işə heç vurmamalısınız Hekayət xanım. Nə danışırsan Çinarə? Gərək işləyəm ki, biraz gücüm ola. Yeri düşəndə güc lazım olur. Güldük. Döşəməni yumaq vaxtı gələndə prokuror qoymadı əlimi suya vuram. Döşəmələri 2 dəfə özü yudu, silib qurutdu. Kitabların tozunu alandan sonra rəflər təzələndi. Artıq şeyi nə vardı? Prokuror mətbəx şkafından götürüb bir tərəfə qoydu. Qatıq satan uşaqlar gələndə verəri yapararlar. Xoşu gəlməyən şeyi əmsinin evində saxlamırdı. Birdən görürdüm ki, lap yaxşı boşqabı sındırırdı. Sınıqlarını atırdı zibil qabına. Bir dəfə mən onun boşqab sındırdığına o qədər güldüm ki, prokuror boşqabla əməlli başlı mübarizəyə girmişdi. Boşqab sınmırdı ki, sınmırdı. Mən özümü saxlaya bilməyib dedim. Hekayət xanım, deyəsən boşqaba güc gələ bilməyəcəksiniz. Qoyun qalsın. Qab sındırmaq deyirlər, yaxşı deyil. Prokuror sözlərimə güldü. Çinarə, belə şeylərə inanmaqdan bilirsən ki, necə acığım gəlir? Bu boşqab məni lap dilxor eləyir. Gör kənarına nə qalınlığında göy naxış vurublar. Özü də tünd göy. Bu qabda necə iştahla çörək yeyəsən? Gözəl şeyi kim qıyıb sındırar? Gərək inciməyəsən. Bu boşqabdan mətbəxi də, özümü də xilas etməliyəm. Mətbəxi səhmana saldıq. Xeyli işıqlandı. Hekayət xanım əlini yuyub sildi. Gəlib qabağımda dayandı. İndi vəzifə nədən ibarətdir? Hə, yaxşı yadıma düşdü. Çinarə, yadımdakən bunu deyim. Pərdələri mütləq dəyişməliyik. Yadıma salarsan. Sabahda zadda şəhərə çıxanda dükanlara baxarıq. Qəşəng pərdəliklər var.
Metrəsi 1 manat 20 qəpiyə. Alarıq, özüm tikərəm. İndi keçək növbəti vəzifəyə. Hə, indi nə etməliyik? Yemək işinə baxmalıyıq, Hekayət xanım. Yemək ümdə məsələdir. Afərin, deyə prokuror məni qucaqladı. Qoy bir üzündən öpüm. Bugün elektrik manqalını işə salaq. Qabaqca yemək anbarına baxaq. Prokurorun əmsinin evində soyuducu vardı. Prokuror soyuducunu anbar adlandırırdı. Tomral evdə oldu-olmadı. Soyuducuda hər şey olurdu. Bazardan alma alırdıq, yuyub silirdik, qoyurduq anbara. Tomral rayondan gələndə əntiqə cücələr gətirirdi. Prokurorla işdən sonra gedib cücələri vanna otağında kəsib təmizləyirdik. Suyu çəkiləndən sonra qoyuruq anbara. Prokuror anbarın qapısını örtmədən təmizlənmiş toyuqlara baxıb deyirdi. Aləm sup yeyəcəyik. Tomral tək idi, evdə az olurdu. Buna baxmayaraq prokuror evdə elə şərait yaratmışdı ki, otağa girəndə elə bilirdin ailəli evdir. Prokuror anbarı açıb məni səslədi. Çinarə, gəl gör anbarımızda nə yoxdur? Qarabağ erkəyinin ətinə qədər. 6 şiş kabab çəkdik, elektrik manqalında. Kababımız 4 dəqiqəyə hazır oldu. Çox saxlamaq olmaz, quruyar. Quyruqlar şişdə elə qızarmışdı ki, elə bir xınalı çəklik ayağı idi. Çörəyin arasına qoyub ləzzətlə yedik. Prokurorun əmisinə ürəyi daha çox qızırdı. Əmisinin çox adətlərini götürmüşdü. Çox vaxtlar prokuror evdə nahar eləmirdi. Ailədə bunun səbəbini çək-çevirə salmırdılar. Zəminzadə gülüb xəbər alırdı. Deyəsən əminin evində olan xörəklər bizimkindən dadlıdır. Prokuror atasının zarafatına zarafatla cavab verirdi. Doğrudan belədir, ata. Əmmin evində baxmayaraq ki, işdən sonra özüm bişirib, özüm hazırlayıram. Amma yeyəndə mənə ayrı cür ləzzət eləyir. Zəminzadə belini düzəldirdi. Əlini elini kəmərinə keçirib, arxadan köynəyini düzəldirdi. Nə deyirik? Sən deyən olsun. Nə üçün əmisinin evində yediyi prokurorun canına yatırdı? Bunun səbəbi elə beləcə sadə deyildi. Belə söhbətlər zamanı Zəminzadə gülümsəsə də, gözlərində narazılıq qığılcımları görürdüm. Duyurdum. Bir gün bu qığılcımlar üzə çıxa bilər, alov törədər. Mən Zəminzadədə olan bu xüsusiyyəti demişəm. Zəminzadə güzəşdə getməyən adam idi. O meydanda çox görünmürdü. Onu meydana çəkmək də asan deyildi. Amma meydana gələndən sonra Zəminzadənin kürəyini yerə vura biləcək adamın olduğuna inanmaq çətin idi. Elə bil Zəminzadə adamların gözlərini qorxutmuşdu. Elə bil Zəminzadədən mütləq Murtuzayev, Sadıq Ağayarov özü də çəkinirdi. Zəminzadənin haqqında nahaq söz deməyə yol vermirdilər. Prokuror atasının işindən narazı olduğunu deyəndə Murtuzayev az qala qapını çırpıb bayıra çıxdı. Sadıq Rızayeviç qaşlarını çatıb başını aşağı saldı və xeyli bu vəziyyətdə qaldı. Bunları Hekayət xanım görürdü. Bəs Zəminzadə? Zəminzadə məzuniyyətdə yox, dünyanın tamamilə o başında olsun. İşindən, ünvanını deyilən bir sözdən xəbər tutan adam idi. Biz Zəminzadə haqqında hələ çox az şey bilirik. Lap az. Zəminzadənin rütbəsini, nüfuzunu necə qoruduğunu bilmək üçün biz Zəminzadəni yaxşı tanımalıyıq. Bəli, mənim sevdiyim prokuror Hekayət xanımın doğma atası Zəminzadəni. Prokuror azıcıq kefsizləyəndə Zəminzadə dözə bilmirdi. Prokuror evə gələnə kimi Zəminzadə ayaqqabılarını soyunmurdu, oturmurdu, otağı arşınlayırdı. Qızı prokuror olandan sonra da Zəminzadə gecələri ayılıb Hekayət xanımın üstünə baxırdı. Yorğan çiynindən sürüşüb düşməyib ki, üstü açılmayıb ki. Mən bu yerdə həm qəssab Dadaş balanın neçə il qabaq Zəminzadə haqqında dediyi sözləri xatırlayıram. Zəminzadə dostuna görə övladından ömürlük üz çevirən adamdır. Cərdəcürdü adam deyil. Zəminzadə ilə prokuror adi ata, övlad deyildilər. Zəminzadə evlənəndən sonra 10 il övladsız qalmışdı. Zaman-zaman övlad həsrəti gizlindən Zəminzadənin qəlbini sökürdü. Amma Zəminzadə həyat yoldaşından ayrılmağı qarşısına məqsəd qoymadı. Həyat yoldaşını övlada qurban vermədi. Neçə illər bir yastığa baş qoyduğu ömür yoldaşını atıb başqası ilə evlənmək fikrinə düşmədi. İllər keçdi. Zəminzadə yeni fikrindən dönmədi. Axır tali üzünə güldü. Zəminzadənin evində övlad səsi eşidildi. Zəminzadə ata oldu. Zöhrə ana. Dünyaya Hekayət gəldi. Hekayətin nəfəsi illərdən bəri evin soyuq qalmış divarlarını sindirdi. Zəminzadə, Zöhrə gecələri səksəkəli yatdılar. Hekayət beşikdən yıxılar. Hekayət yıxılmadı, böyüdü. İndi həyatda Zöhrə yox idi. Hekayət vardı. Zöhrə isə
Aram-aram qızı Hekayətin yuxusuna gəlirdi. Zöhrə övladı Hekayətin yuxusunda yaşayırdı. Niyə? Zöhrə dünyadan nə üçün getdi? Bunu bilməkdən ötürü biz yenə Zəminzadəni yaxşı tanımalıyıq. Tək biz yox. Prokuror Hekayət xanım da atasını yaxşı tanımalı idi. Ana yuxuya gəldi. Yoxsa naməlum qadının qoyub getdiyi qovluq bəlkə də belə tez ortalığa gəlib oxunmazdı. Prokuror üzümə xeyli dinməz baxıb dedi. Çinarə, bəli, biz hara tələsirik? Heç yana, deyən mən prokurorun ürəyini oxuyan adam kimi ayağa qalxıb cavab verdim. Hiss elədim ki, prokuror məni haraysa göndərəcək. Belə də oldu. Kabinetin, seyfin açarını mənə etibar edib dedi. Qovluğu gətir. Qapıdan çıxıb qovluq qoltuğumda qayıtmağım bir oldu. Hekayət xanım qovluğu məndən aldı. Yeyib içmişdik. Çay qaz piltəsinin üstündə idi. Prokuror qovluğu yazı stolunun üstünə qoyub açdı. İlkin gözümüzə sataşan sətirlər bu oldu. Bilmirəm qovluğu nə vaxt açacaqsan. Sən indi prokurorsan. Bəlkə vaxt tapıb qovluğu aça bilməyəcəksən. Bəlkə də bu qovluq aylarla, illərlə atılıb bir küncdə qalacaq. Üstünü toz basacaq. Vərəqlər saralıb payız yarpaqları kimi qupquru quruyacaq. Bir gün bir əl onu götürüb atacaq. Ancaq bir gecənin əzabına dözməyə nə var? Bir gecəni yuxusuz qalıb səhəri yorğun açmaqdan qorxma. Mənim kimi saysız hesabsız əzablı gecələr keçirməyəcəksən ki. Bu mənim həyatımdır. Bu sənin atan Zəminzadənin həyatıdır. İşdir, qovluğu açsan qorxma. Qaldır birinci vərəqi oxu. Oxu və qurtar. Bir insanın həyatı sənə çox söz deyəcək. Elə söz ki, yələndiyin prokuror sənəti üçün sənə hava, su kimi lazımdır. Sən prokurorsan, amma böyük bir cani ilə bir otaqda yaşayıb nəfəs alırsan. Prokuror dirsəklərini oxuduğu vərəqin üstünə qoydu. Başını əllərinin üstündə dayadı. Mən heç vaxt prokuroru bu cür oturan görməmişdim. Onun nazik çiyinləri elə biləsən tərpənmirdi. Axı insan necə nəfəs alır, alsın, çiyinlərinin tərpəndiyi görünür, hiss olunur. Prokurorun kürəkləri də çiyinləri kimi nazik, cansız görünürdü. Saçları ayrılıb sağ-sol çiyinlərinə tüküldüyündən uzun, ağappaq boynu görünürdü. Boynunun sağ çiyninə yaxın tərəfində qara xalı vardı. Özümü saxlaya bilməyib, əlimi prokurorun saçlarında üslubca gəzdirib, xalının üstündə saxladım. Ona doğru əyilib, bir əlimlə başını əllərinin üstündən qaldırdım. Bəlkə biraz uzanıb dincələsən? Yox, Çinarə, deyə prokuror düşüncələrindən ayrılmadan cavab verdi. Sonra üzümə zəndlə baxdı. Nə etmişəm ki? Ancaq sən gedib dincəlməlisən, mənim körpə quzum. Bilmirəm. Bilmirəm ki, gözlərdə məhəbbət görməkdən yaxşı şey varmı? Mən prokurorun gözlərindəki məhəbbətdən əl çəkib, ondan bircə anda ayrıla bilmirdim. Prokuror mənə deyəndə, sən gedib dincəlməlisən, ürəyim sıxıldı. Əllərimin üstünə soyuq tər gəldi. Nə üçün prokuror məni özündən kənar edir? Axı mən onunla bu evdə neçə gecə bir yerdə yatıb qalmışam. Dinməyib nə düşündüyümü prokuror çox asanlıqla anlamışdı. Gözlərini hələ də üzümdən götürməmişdi. Gülümsədi. Biz səhər yenə bir yerdə olacağıq. Həmişə bir yerdə olacağıq. Biz hələ birlikdə çox yerlərə gedəcəyik. Sən prokurorluq sənətinin çox cəhətlərini öyrənməlisən. Bir vaxt gələr, mənim quzuma. Prokuror Çinarə xanım deyərlər. Prokuror Çinarə xanım, istəkli prokuror Hekayətdən üstün olmalıdır. İndi isə mən səni yola salmalıyam. Prokurorun mənə dediklərindən utanıb başımı aşağı saldım. Onu otaqda tək qoyub getmək istəməsəm də, etiraz edə bilmədim. Bayıra çıxanda prokuroru bir addım atmağa qoymadım. Qayıdıb içəri girməsəniz, gedən deyiləm, dedim. Prokuror. Düşünə bilərsiniz ki, qovluqda olan yazının atam Zəminzadə haqqında olduğunu Çinarə bilmişdi. Buna görə də mən Çinarəni evlərinə yola saldım. İstəmədim ki, atam haqqında yazılanları o bilsin. Əlbəttə, bu fikirdə biraz həqiqət vardı. Mən bunu heç vaxt inkar eləmirəm. Ancaq mənim məqsədim atam haqqında yazılanları Çinarədən gizlətmək deyildi, qətiyyən. Atamla mənim aramda olan münasibət hələ açıq şəkil almamışdı. Necə deyim? Bu hələ bir ailəyə məxsus məsələ idi. Zəminzadə isə mənim atam idi. Mənim üçün hər şey ən əvvəl dəqiq və aydın olmalı idi. Bir tərəfdən də mən Çinarəni yora bilərdim. Yuxusuz qalmağına qıymadım. Qovluqdakı yazını özüm tək oxumağı lazım bildim. Mən atam haqqında deyilən cani sözünü də
Çinarədən gizlətmədim. Əksinə, ondan belə bir sual etdim. Çinarə, doğrudanmı mən Cani ilə bir nəfəs alıram? Adamlar haqqında deyilən sözlərin bəzən çoxu düz olmur, Hekayət xanım, deyə Çinarə cavab verdi. Həyatın rəngləri çoxdur və maraqlıdır Çinarə. İki insanın biri o birini elə istəklə istəyir ki, istədiyi adamda heç bir qüsur, nöqsan görmür, görmək də istəmir. Anam heç vaxt yuxuma girməzdi. Anam heç vədə mənə düz olmayan söz deməyib. Hansı işə baxıramsa, Zəminzadənin əlini orada görürəm. Zahirən sənə elə gəlir ki, Güloğlanın, Güləbətinin, Simuzərin işi ilə heç bir əlaqəsi yoxdur. Həm də bunlar Zəminzadə üçün xırda məsələdir. Bu təsir ondan yaranır ki, ilmələri görmək hamı üçün mümkün deyil. Çinarə getdi. Oturub qovluğu bir qədər özümə yaxın qoydum. Həyatı bu vərəqlərdə qalan insan. Axı sən kimsən? Sənin başına həyatda nələr gəlib? Mənim qayıtmayacağımı biləndə təşvişə düşmə. Uşaqlarımızın ürəyi zədələnə bilər. Ümdə nigarançılığım səndəndir. Həyatın haqda çox danışıb, çox düşünə bilmirəm. Gərək sənin qabağına mən çıxmayaydım. Nə olsun? Olmuşa heyfslənib baş yormaq olar. Amma bundan bir şey hasil olacaqmı? Ümumən həyatımız o qədər mürəkkəbdir ki, onu dərhal dərk edib duymaq olmur. Hər addımda müxtəlif üzlər, müxtəlif gözlər görürsən. Fikirləşirsən ki, insan üzləri, insan gözləridir. Bunlar insanlardır. Ancaq nə biləsən onun daxili necədir? Sən də belə oldun. Mənə inandın. Qulaq as. Məktubu səbirlə oxu. Axıra qədər oxumamış olma. Mənim sənə sözüm var. Onu sənə deməliyəm. İnsanın başına hər cür iş gəlir. Dözmək lazımdır. Dəyanət olandan sonra keçib gedər. Hər şeyi əvvəlcədən danışacağım. Sənə heç nə qaranlıq, örtülü qalmasın. Nə yazıram? İnan. İlk dəfə sizə gəldiyim günü yəqin ki, xatırlayırsan. Mən belə başa düşürəm ki, xatırlamaq nədir? Sən o axşamı heç vaxt unutmayacaqsan. Bilirəm. Etiraz edib deyəcəksən ki, düz danışmıram. Hər şey sənin tərəfindən çoxdan unudulmuşdu. Sən mənimlə saxta dolanıb durmamısan. Demək istədiklərinin hamısına inanıram. Ancaq sənə ərə gəldiyim ilk gecədə səndə yaranan düşüncələri unuda biləcəyinə inanmıram. Bu mümkün deyil. Çünki bunu mən mümkün hesab etmirəm. Məncə məktubu oxuyub qurtarandan sonra dediklərimə etiraz etməyəcəksən. Sənin evinə gəlməkdə bir məqsədim vardı. O da sənə kömək eləmək idi. Təmənnasız kömək. Gəlişimin səbəbini onda düz demədiyimi etiraf edirəm. Mənim həyatda necə yol keçdiyimi sən biləcəksən. Mən kimsədən təmənnasız kömək görməmişəm. Sözümlə hamını lənətləmək niyyətində deyiləm. Başqaları ilə nə işim ola bilər? Söhbət öz ailəmdən, mənim yaxınlarımdan gedir. Biz görüşəndən sonra mən sənin işlədiyin köhnə qramofon və vallar yığılan idarəyə zəng vurdum. Bu işin birdən-birə hardan ağlıma gəldiyini özüm də bilmədim. Zənglə maraqlanan tək mən deyildim. İşçilərin əksəriyyəti yanımda oturmuşdu. Alacağım cavabı gözləyirdilər. Məlum oldu ki, sənin işlədiyin yer bağlanmışdı. Tək mən yox, bütün işçilər mütəəssir oldular. Bunu sən pis qəbul etmə. Burada sənə toxunacaq bir şey yoxdur. İşçilərin təəssüfü isə nə üçün pis qarşılanmalıdır? Təkcə təəssüf etməkdən bir şey çıxmayacağını düşünüb belə nəticəyə gəldim ki, sənə yaşamaq lazımdır. Yeni işə girənə kimi sənə kömək lazımdır. Sənsə bunu kimsəyə bildirməyəcəksən. Bunu mən sənin üzündən oxuyurdum. Sən əylən adama oxşamırdın. Belə adam üçün çox yuxusuz gecələr yola salmaq olar. Son ümid tikəni belə insanla iki yerə bölmək lazımdır. Əyilməyən insan buna layiqdir. Sizə gəldim. Bir-birimizə bağlandıq. Mən səni sevirdim. İlk gəlişin bizi bir-birinə bağladığına çox vaxt təəssüf edirdim. Səhər bütün gecəni yatmadığım üzündən bilinirdi. Allah bilir mənim haqqımda nələr düşünmüsən. Evinə gəlişimin səbəbi səni düşündüklərin deyildi. Mən səni sevirdim. Bu istək məndə sənə qarşı sonralar başladı. Buna görə bir daha sənin evinə getməməyi qət elədim və gəlmədim. Biz birləşmədən ayrılmalıydik. Bunu mən sənə yolda dedim. Sən etiraz elədin. Baxmayaraq ki, bir neçə saniyə qabaq mənim haqqımda nifrətlə düşünürdün. Səbr et. Bilirəm, nifrətin çox çəkmədi. Elə bildin onu silib attın.
Çünki sən yaxşı adamsan. Sən məni əhv etdin. Buna sənin istəyin haqq verir. Sən bu haqqı mənə verdin. Hər şeyi anladığım halda susurdum. Sən mənim susmağımın səbəbini bilirdin ya yox, bu mənə tamamilə aydın değildi. Mən susurdum. Susmalıydım. Mən susurdum. Ona görə ki, mənim sevməyə ixtiyarım yox idi. Mənim istəyim heç kimə, sənə də gərək deyildi. Qulaq as, səbirlə məktubu oxu. Yəqin bu mənim səndən sonuncu xahişimdir. Ürəyimdəkiləri sənə danışmalıyam. Ailəmiz böyük idi. 3 bacı, 2 qardaş. Anam, bir də atam. Böyük bacım və böyük qardaşım özlərinə ailə qurub bizdən elə uzaqlaşmışdılar ki, elə bil onlar bu ailədə doğulmayıb. Tanımadığımız insanlardı. Atamın çalışdığı bu idi ki, biz bir tərəfə çıxaq. Yəni 2 bacı, 1 qardaş. Deyəsən ümidləri bizə idi. Xüsusilə mənə. Güya mən fərasətliyəm. Ev işi illərlə tək mənə etibar eləmək olar. Dərslərimi pis oxumurdum. Qardaşımla bacım dinməz söyləməz idilər. Anam deyirdi, onlar evdə olanda hiss eləmirsən, evdə adam var. Elə ki mən gəlirəm, hay-küy qopur. Mətbəxdə qab-qaşıqlar bir-birinə dəyir. Bu nə yeməkdir? Elə bir mətbəxə 40 ilin acı soxulub. Bu sözü mənim üçün deyirdilər. Anamı başa düşmək olmurdu. Gah da deyirdi, ev mənsiz yaman pis olur. Sakitlikdən adamın qulaqları tutulur. Mən evdə olanda heç olmasa piano dillənir. Azmaz bildiklərimdən çalardım. O da həvəslə girib çıxırdı. Boş-boşuna yox, iş görürdü. Əlimi saxlayanda mənə deyirdi ki, nə oldu, yoruldun? Onda başa düşürdüm ki, çalmağımdan xoşu gəlir. Atam sakit adam idi. İri, ətli gözləri vardı. Başının ortası dazlaşmışdı. Gözümü açandan kamançı çalırdı. Mən gözümü açandan 40 ildən yuxarı idi, atam bu sənət işlədirdi. Hey telləri tarım çəkilmiş simlərə sürtürdü. Böyük orkestrdə onun daimi yeri vardı. Qabaq sırada, sağdan sonuncu. Həmişə o yerdə oturardı. Anam atama baxıb deyinirdi. Elə bil biraz irəldə, ya geridə otursa arıqlayacaq. Gözünü hey dirijora tikir. Bir dəfə dinləyənlərə göz yetirsə nə olacaqmış? Televiziya konsertlərində hərdən operator atamı tək planda götürürdü. Onda da atamın gözləri yumulu olurdu. Elə bilərdin çala-çala yatır. Anam baxıb deyərdi ki, kişi nə küfürdü az? Anam qəşəngbaz idi. Qəşəng kişilərdən, xüsusilə çatma qaş, qırmızı yanaq kişilərdən xoşu gələrdi. Bu şərtlə cavan olsun. Həmişə deyərdi ki, kişi belə bir yöndəm çıxdı. Heç olmasa gözəl bir kürəkənim olaydı. Bacım qışqırıb etiraz edirdi. Üzünü turşudub çatma qaş. Qırmızı yanaq oğlandan zəhləsi getdiyini söyləyirdi. Anamın cini tutardı. Bacının bəyəndiyini görürəm, deyirdi. Elə bil bu dünyanın adamı deyil. Başı elə mənim kişiminki kimi soyulub. Orada-burada qalan tikilər də elə bil yerindən boz imiş. Özü də nataraz. Bacım gülürdü. Anam gülüşün fərqinə varmırdı. Heç vecimə də deyil. Nə qədər gülürsüz gülün, deyib öz işi ilə məşğul olurdu. Evə anamın zövqünə uyğun qonaq gələndə dingildiyirdi. Həvəslə çay düzəldirdi. Mürəbbə çıxarırdı. Stəkanın yanına əla qaşıq qoyurdu. Yaşmanırdı. Döşünə düşməyən qonaq olanda, aynabənddə dinməz söyləməz oturub əlini çənəsinə qoyurdu. Üzünü birimizə tutub deyərdi. Aparmanın qabağına çay qoyun. Çayın verilib verilməməsi ilə maraqlanmaz, ikinci dəfə səsini çıxarmazdı. Mən 3-cü sinifə keçəndən sonra atam kiçik ev tutub ailəsini şəhərə gətirmişdi. Anam evin darısqallığından şikayətlənəndə atam deyirdi ki, ananız çadırasında birinci atanlardandı. Sağ olsun, tez ayıldı. Hər şeyi tez başa düşdü. Amma bilmirəm niyə, bunun fəaliyyətini nəzərə alıb, ona geniş ev vermirdilər. Söhbətlər yarı ciddi, yarı zarafat gedərdi. Anam, əcəb eləmişəm, qara çadıra nəyimə gərəkdir, deyərdi. Atamın sözündə çox şey həqiqət idi. Anam qara örpəyi arvadlar içərisində birinci tullamışdı. Ancaq oxumamışdı. Təqsiri atamda görürdü. Sənin kimi avamın əlinə düşmüşdüm. Necə oxuyaydım? Atam anamın dərdlərinin tərpəndiyini duyub dinmirdi. Anam nə desə, dinməz baxardı. İş yoğunlayardı. Anam atamı lənətləməyə başlayırdı. Atam kamançasını kökləyib evdən çıxardı. Hərdən belə şıxlıq eləməsi ona baha başa gələrdi. Qalan vaxtlarda sakit gedib gələr, sakit danışar, sakit oturardı.
Atamın sakitliyində maraqlı nə isə bir şey vardı. Bu yaxşı idi. Yoxsa belə adamlarla dolanmaq çətindir. Ümumiyyətlə, nədənsə atamla anamın münasibəti, davranışları həmişə mənə iki məsəkəçi artisti xatırladırdı. Biri o birindən uzun. Uzun artist gödəyi qapaz altında. Bir dəfə bunu onlara dedim. Atamın dodaqları xeyli qaçdı. Anam nə isə yadında deyil, götürüb üstümə düşdü. Yekə qız olmağıma baxmayaraq, məni güpadı. Atam nə durub aralaşdırdı, nə bir söz dedi. Elə sakit-sakit baxdı. Anam hikkəli idi. Bu hikkə tez-tez aşkara çıxırdı. Dediyim sözün ağzımdan necə çıxdığını sonra özüm də bilmirdim. Yalnız ikilikdə qalanda, atam astadan dedi. Onunki xasiyyətini bilirsən, niyə dilini saxlamırsan? Mən evimizdə quyruqlu quzulardan olmamışam. Atılıb düşən quyruqlu quzulardan. Demək istəyirəm ki, heç vaxt ərköyün deyildim. Bunları danışmaqda məqsədim başqadır. Axı hər şeyin kökü var. Onu əmələ gətirən səbəb var. Sənə hər şey aydın olmalıdır. Əsassız şeyə necə inanmaq olar? Bir gün atam çıxıb getdi. Lap gülməli idi. Ağlamaq əvəzinə adamı gülmək tutur. Bilmirəm necə şeydir. Elə bil atam mənim 10 illiyi qurtarmağımı gözləyirmiş. Sonuncu imtahanı verib evə gəldim. İçəri girib gördüm ki, atam kamançası əlində, harası hazırlaşır. Fikirləşdim ki, indi qastrol vaxtı deyil. Atam hara gedir? Yanında kiçik çamadan vardı. Uzaq yerə gedəndə bu çamadanı götürürdü. Xeyli tutqun idi. Hara belə ata? Deyə bir qədər təəccüblə xəbər aldım. Anam Aynəbənddə öz işi ilə məşğul idi. Dilib danışmırdı. Son imtahandan gəldiyim də anamı maraqlandırmırdı. O daim mənə qarşı belə etinasız idi. Bir anama, bir atama baxdım. Nə olub? Soruşdum. Heç nə, mən gedirəm, deyə atam sakit cavab verdi. Bir şey başa düşə bilmirdim. Atamın üstü örtülü cavabı bir də sual verməyimə məcbur etdi. Hara gedirsən? Mən ta bu arvadla yaşaya bilmərəm. Sən də məktəbi bitirdin. Bir tər başını saxlayarsan. Bugünə kimi evə nə qədər pul vermişəm, o qədər də verəcəm. Üstündən azacıq yemək içməyimi götürəcəm. Mənə artıq heç nə lazım deyil. Sağ olun. Bilmirəm bu yuxu idi, yoxsa nə idi? Başaça bilmirdim. Doğrudan da atam getdi. Hə, nə o anam tərəfə, nə də anam onun arxasınca baxdı. Mən yerimdə çaşbaş olub qaldım. Handan-hana anam əlindəki işindən ayrılmadan, başını qaldırmadan dilləndi. Qoy getsin, heç vecimə də deyil. Mən hələ yerimdən tərpənməyib ona baxırdım. Fikirləşirdim. Görəsən doğrudan da atamın evdən getməyi vecinə deyil. Anam artıq heç nə demədi. Onun hərəkətlərinə altdan-altdan fikir verirdik. Doğrudan da atamın getməyi anamın vecinə deyildi. Mən nə etməliydim? Başım çıxmırdı. Daha nə idim? İçəri keçib paltarlarımı dəyişib ev paltarımı geydim. O paltarı ki, onda həmişə iş görürdüm. Elə bil 10 illiyi bunun üçün qurtarmışdım. İş paltarını həmişəlik əynimə geymək üçün. Evin bütün daxili, kənar işlərini görməkdən ötürü. Onsuz da bunlar mənim üstümə kəsilmiş vəzifə idi. Görünür bunları atam da çoxdan hiss edirmiş. Ona görə də qapıdan çıxanda ancaq mənə bir-iki söz dedi. Bir tər başını girəliyərsən. Zənn edirəm səni sözlərimlə darıxdırmıram. Axı sən həssas ürəklisən. Sənin həyat, insanlar haqqında fikrin, əqidən, mənə məlum olduğundan səni darıxdırmayacağına inanıram. Biz neçə il bir yerdə yaşadıq. Həm də mənim atam, anam kimi yox. Mən səni sevirəm. Biz bu illər necə yaxşı yaşadıq. Ancaq bir səhvimiz oldu. Ürəklər cəsarət edib bir-birinə bütün olanları demədilər. Sən də, mən də qorxduq. Qorxduq ki, bir-birimizi itirək. Gizli ürəklə bir yerdə yaşamaq həqiqi sevənlər üçün mümkün deyilmiş. Biz fikirlərimizin qarmaqarışıq vaxtında bir-birimizə qovuşduq. İndi isə ayrılırıq. Sən hər şeyi bilməlisən. Sən buna layiqsən. Ayrılıq yaransa da, mən indi daha yüngüləm. Ona görə yüngülləşmişəm ki, qəlbimi nəhayət açıb danışacaq adam vardı. Bu, sənsən. Məktəbi qurtarmağa münasibəti ilə məni kim təbrik edəcəkdi? Anam dediyim kimi heç vaxt mənə diqqətli olmamışdı. Mən onu ittiham etmək üçün bu sözü demirəm. Yalnız bacım mənə sarılıb məni öpdü. Təbrik elədi. Mənə hədiyyə verdi.
Hədiyyə üçün çoxdan hazırlıq aparırmış. Atamın getməyi bir sirr olub məni düşündürürdü. O özünə otaq kirayə eləmişdi. Biz hərdən görüşürdük. Anam mənim atamın yanına gedib gəlməyimə etiraz etməsə də, bir söz də soruşmurdu. Atam nə edir, nə danışır, nə soruşur, kirayə etdiyin evin içərisində nə var, nə yeyir, nə içir. Elə bil neçə illər bir yerdə ömür edən bunlar deyildi. Bəzən axşamlar da atamla görüşürdük. Televizorun ekranında. Atam orkestrla birlikdə çıxış edirdi. Yenə həmin yerdə otururdu. Sakit-sakit çalırdı. Anam daha ona baxıb zarafat eləmirdi. Əksinə, qalxıb bir şeyin bəhanəsi ilə aynəbəndə keçirdi. Atam gedəndən sonra mənim vəzifələrim çoxaldı. Ev işləri ilə bazarlıq mənim öhdəmdə idi. Günlər keçdikcə anam məni əvvəl oğlan, sonra kişi qələminə verməyə başladı. Mən nə oğlan, nə kişi qələminə verilmək istəmirdim. Bu anamın tərifi idi. Məni oğlan kimi qələmə vermək o demək idi ki, günün hansı vaxtında evə nə lazım olsa getməliyəm. Mənə heç nə olmaz. Gündüzlər heç. Çox vaxt axşamdan xeyli keçmiş qayıdırdım. Evin qəhrəmanı olmuşdum. Qardaşımın dünya vecinə deyildi. Hər şey onun üçün hazır olmalıdır. Xörək bir dəqiqə gecikə bilməz. Hamı işə, dərsə gedirdi. O yatırdı. Durğuzmaq istəyəndə anam üstümə cumurdu. Bilmirəm gədədən nə istəyirsən. Niyə qoymursan düzəməlli yuxusunu alsın? Gecə saat 2 idi gələndə. Əvvəllər bir-iki sözlə anama cavab verirdim. İnandırmağa çalışırdım ki, Mehrəlini belə ərköyün eləmək bədbəxtlikdir. Avar olmağa bir yana, özünə yük olacaq. Sözlərimin heç bir təsiri olmadığını görüb daha dinmədim. Onsuz da həmişə mənə deyirdi. Uşağın dərdi sənə qalmayıb. Elədiyini eləmirsən, eləmə. Özüm edərəm. Çox elə mənim vecimədir. Mehrəli mənim üzərimdə qələbə çaldığını başa düşürdü. Buna görə də harada keyfi istəsə, orada qalır. Keyfi istəyəndə saatlarla fit çalır. Keyfi istəyəndə dombala qaşırdı. Mehrəli evlənmək fikrinə düşmüşdü. Bu fikri başına salan anam idi. Şəhərdə olan bütün qohumların qızlarını bir-bir Mehrəliyə sadalamışdı. Mehrəli bundan ona, ondan buna vurulurdu. Hər gecəsini qohumların birinin evində keçirirdi. Ay ana, deyəsən filankes bundan yaxşıdır, deyib səhər yolunu dəyişirdi. Qohumların heç nədən xəbəri yox idi. Əgər Mehrəlinin hansı niyyətlə onları gedib gəldiyini bilsəydilər, yəqin ki, qoparağını götürərdilər. Mehrəli isə başqa fikirdə idi. Qohumlar onun üstündə bir-biri ilə üz-göz olur. Niyə olmasınlar? Minnətləri olsun ki, Mehrəli kimi oğlana qızlarını versinlər. Çox elə Mehrəlinin vecinədir. Nə çox şəhərdə əla qızlar. Mehrəlinin bircə himnə bənddirər. Hamısı dəyər bir-birinə. Bu özündən razılıq hissini də Mehrəlinin başından çıxarmaq mümkün deyil. Mehrəlinin keyfi köçələndə evi yuxarı aşağı addımlayıb deyirdi. Sən ölməyəsən. Bu dünyada bir ağa da olmadıq. Qabağımızda heç olmasa 3-4 qulluq eləyənimiz ola. Anam şaqqanaq çəkib elə görürdü ki, bütün bədəni titrəyirdi. Anam dərdlərinə məni şərik eləmişdi. Mənimlə olduğu vaxtlarda heç şikayətlənirdi. Bədənində müxtəlif ağrıların gücünə dözə bilmədiyini deyirdi. Həkimə qaçırdım. Dərman üçün ora-bura yürürdüm. Evə qayıdan kimi gəl məni ovxala, deyirdi. Vurhay salıb inandırmağa çalışırdım ki, onun heç bir xəstəliyi yoxdur. Hətta həkimlər də dəfələrlə özünə bu haqda deyirdilər. Mehrəli, bacım gələndə işlər dəyişirdi. Anam sağalıb başqalaşırdı, qanadlanırdı. Ayaqları yerə dəymirdi. Mənim də keyfim kökəlirdi. Rahat nəfəs almağa başlayırdım. Dərmanları götürüb gizlədirdim. Mehrəlinin yeməyi üçün bir şey kəm olanda mən bazara qaçırdım. Tez 1-2 dəqiqəyə qayıtmalıydım ki, Mehrəlinin iştahası qaçıb xörəyi soymasın. Bazar alverçiləri məni tanımağa başlayırdılar. Ne üçün tanımasınlar? Gündə neçə dəfə bazarlara baş vurmalı olurdum. Mehrəli ət xörəyi yeməyəndə anam özünü elə aparırdı ki, elə bil bədbəxtliyi üz verib. Bütün günü əsəbi halda dolanırdı. Ağrıları tərpənirdi. Xəstələnirdi. Səbəbkar mən olurdum. Belə vəziyyətin yaranmasına imkan verməməliydim. Bütün tapşırıqları yerinə yetirməliydim. Getdikcə tapşırıqlar mənim üçün qanuna çevrildi. Necə? Nə cür? Tapşırığa gücüm çatırmı? Bu barədə soruşan yox idi. Mən vəzifəmi yerinə yetirməliyəm. Vəssalam. Mən anamın əsəbləşməyini istəmirdim. İstəyirdim onu həmişə şən görüm.
Nə olur olsun, tək onu xəstə görməyim. Mənim bu cəhətimi anam özü də deyəsən bilirdi. Bilirdi ki, mən onun dediklərinə əməl edəcəm. Bu necə iş idi? Başa düşə bilmirdim. Yoldaşlarım mənə deyirdilər ki, mən xəstəyəm. Mən onları divara söykəyib deyirdim, kimdir xəstə? Mənə deyirdilər, gücünün çox olmağına baxma. Sən dünyada ən gücsüz adamsan. Bunların nə demək olduğunu mən sonralar dərk elədim. O vaxt dərk etdim ki, artıq gec idi. Mən həyatımı geri qaytara bilməzdim. Anam bütün varlığı ilə Mehrəliyə, kiçik bacıma bağlı idi. Buna baxmayaraq, bacım mənə deyirdi. Anam necə çalır, sən də elə oynayırsan. Bacımın sözlərini uşaq söhbəti hesab eləyib gülsəm də, düz dediyini başa düşürdüm. Heyhat ki, özümlə bacara bilmirdim. Günlər tək-tək ötürdü. İşlər də artırdı. Sən demə günlər tez-tez ötürmüş. Gözlərimdən oğurlanıb, neçəsi birdən keçib gedirmiş. Gözümü o vaxt açdım ki, mənimlə oxuyan rəfiqələrim institutu bitirmək ərəfəsindədir. Onlarla rastlaşandan sonra düşünürdüm. Rəfiqələrim nə qədər yüksəlmişlər. Danışıqları, geyimləri başqalaşmışdı. Mənim həyatım isə xırdalanıb sürünürdü. Hiss edirdim ki, rəfiqələrimlə rastlaşanda özümü sərbəst hiss edə bilmirəm. Sıxılıram. Həyatın müxtəlif cəhətlərindən söz salırdılar. Az müddətdə insan bir-birindən nə çox uzaqlaşar. Tez aralanıb getməyə çalışırdım. Düşünürdüm ki, bunlara nə var ki? Ana, ailə veclərinə deyil. Rəfiqələrim haqqında səhv etdiyimi anlayırdım. Onlar heç də mən düşünən kimi deyildilər. Bizə təzə ev verdilər. Təzə mənzil almağımız ağlımıza da gəlmirdi. Bu birdən oldu. Xeyli vaxt var idi ki, atam ev üçün çalışırdı. Atamın evdən çıxıb getməsinə bir səbəb də ev üstündə anamdan eşitdiyi danlaqlar idi. Anam deyirdi ki, bu dünyada görünür bir gündə rahat yaşamayacaq. Belə bacarıqsız kişilər bilmirəm niyə evlənirlər. Axır atam gedəndən sonra olsa da bizə ev verdilər. Təzə evlər şübhəsiz yaxşı idi. Mənim görməli işlərimin müəyyən qismi ixtisara salınsa da, müəyyən qismi artırdı. Rəfiqələrimin bəziləri bizə qonşu idilər. Ən yaxın qonşumuz Zəminzadə idi. Zəminzadə haqqında sənə danışacağam. İndi anamın necə sevindiyini demək istəyirəm. Anam sevinirdi ki, bizə 3 gözlü mənzil veriblər. Bu barədə atamın fəaliyyətindən danışmırdı. Şikayətlənirdi ki, təzə ev olsa da, gərək təmir edilə. Onu da kim edəcək? Atam kirayə elədiyi mənzildə qalıb. Yenə sakit-sakit kamançasını çalırdı. Anam deyirdi, Mehrəlinin arvad almaq məsələsi həll olunmuş kimidir. Əsas məsələ ev idi, evdə var. Ancaq təzə evə köçəndən sonra bir məsələ ortalığa düşüb yeni problem oldu. Problem Mehrəlinin instituta girməsi idi. Məsələ ona görə çox çətin idi ki, Mehrəli güc bəla ilə orta məktəbin axşam şöbəsini qurtarmışdı. Ana Mehrəlinin qiyməti üçün bütün ili məktəblərə ayaq döydü. Müəllimləri üz-gözdən saldı. Mehrəlinin 2 aldığı dərsdən qiymətini düzəltdirdi. Axır Mehrəli məktəbi qurtardı. İndi isə imtahan verib instituta girməli idi. Bunun üçün beynində heç bir şey yox idi. Daşkənd haranın paytaxtı olduğunu Mehrəli bilmirdi. Bir pis işdə bu idi ki, Mehrəlinin yaddaşı yox idi. Mən deyəndə ki, yaddaşsızlıq Mehrəlinin bədəninin çəkisindən, ölçüsündən, ifrat dərəcədə çox yeməyindən əmələ gəlir. Anam az qalırdı baxışlarındakı odla məni yandırsın. Anamın hökmü belə idi. Mehrəli ali məktəbə girməlidir. Bu işə hamı qarışmalı idi. Başda mən olmaq şərti ilə. Ancaq necə? Hansı yolla? Hansı vasitə ilə mən Mehrəlinin instituta girməsinə kömək etməliydim? Bu haqda anam heç nə bilmək, eşitmək istəmirdi. Mən Mehrəliyə ancaq dərslərini hazırlamaqda kömək edə bilərdim. Bu da istənilən nəticəni verməzdi. Çünki başqa işlərə başım elə qarışmışdı ki, məktəbdə öyrəndiklərimi unutmaqda idim. Anamın söhbətindən məlum olurdu ki, məsələ heç də hazırlaşmaqdan getmir. Bu dəryada balıq sevdası kimi şeydir. Uşağın başını tovlayıb onu avara qoymaqdır. Kömək eləmək lazımdır. Mehrəli instituta girsin, vəssalam. Mən də ürəyimdə deyirdim, vəssalam. Ancaq hansı biliklə? Hansı yolla? Anam Mehrəlinin instituta girməsi üçün ona görə əlaqa düşmüşdü ki, Mehrəlinin qız almaq niyyəti ilə qohumların evinə gedib gəlməyini biləndən sonra qoparağını götürüblər. Mehrəliyə üz vermirdilər. Anam eşidib inciyəndə qohumları Mehrəlinin evlənmək əhvalatını başlarından eləməkdən ötürü deyirdilər ki,
Heç olmasa Mehrəli ali məktəbə girsin. Onlar da görsünlər ki, kürəkənləri oxuyur. Yoxsa bu vəziyyətdə Mehrəli kimin nəyinə gərəkdir? Çox yeyib mədəsi pozulmaqdan başqa heç kimə. Heç nəyə xeyri yoxdur. Qohumları, xüsusilə qızlar Mehrəlinin qeyrətinə bələd idilər. Bilirdilər ki, Mehrəldən oxuyan çıxsa, daşdan adam olar. Anasının ayaqlarından öpsün ki, orta məktəbin vəsiqəsini aldı. Rəfiqələrimlə görüşəndə söhbət başqalaşırdı. Evdəki söhbətlər gözümdə kiçilirdi. Mənə elə gəlirdi ki, kimsə məni bataqlığa salıb. Bədənimin tən yarısı bataqlıqdadır. Güclə ayağımın birini götürüb o birini qoyuram. İrəli getmək əvəzinə yerimdə sayıb biraz da bataqlığın dərinliyinə batıram. Rəfiqələrimdən ayrılanda fikrin dönüb yenə anamın üstünə qayıdırdı. Mehrəlinin institut işinə kömək edə bilməyəcəyimi ona dediyim üçün özümü danlayırdım. 1000 dəfə danlayırdım. Anamın qəlbini niyə sındırdım? O Mehrəlinin instituta girə bilməməsi üçün xiffət edə bilər. Dərd çəkər. Xəstələnib yorğan döşəyə düşər. Onda mən nə edərəm? Bazar tükən işlərimi tez qurtarıb evə özümü çatdırmaq istəyirdim ki, anama deyim Mehrəlinin işi üçün fikir eləməsin. Zarafatla kömək etməyəcəyim deyirdim ki, görün mənə acığı tutacaqmı? Nə olur olsun çalışmaq lazımdır. Mehrəli instituta girsin. İnstitutu bəhanə edib Mehrəliyə qız vermək istəməyən qohumların sözləri kəsilsin. Evə qayıdanda dediyim kimi də edirdim. Hələ anamı qucaqlayıb öpürdüm də. Deyirdim, zarafat eləmişəm. Mehrəlinin institut işinə çalışacağam. Gözləyirdim ki, anam heç olmasa özü arxayın olmaq üçün mənə deyəcək. Hansı yolla sən Mehrəlinin instituta girməyinə kömək edəcəksən? Belə bir sualı verməyə bir yana dursun. Əlimi boynundan dartıb məni özündən kənara itələdi. Rədd ol. Hövsələmi bir tikə eləmə. Sənin köməyin başına dəysin. Elə bilirsən səndən minnət götürəcəm? Bilmirəm uşağın dərdi niyə düşüb ürəyinə. Ona nə vermirsən ala bilmirsən. İşin gücün Mehrəli ilə çəkişməkdir. Cəhənnəmə kömək elə. Atan çıxıb getdi, dolana bilmədiyim, heç vecimə də deyil. Allah var ha, 10 il bundan qabaq gedəydi. Mənə minnət qoyma. Kömək eləmirsən, eləmə. Heç vecimə də deyil. Qoy kim nə deyir desin. Olub qalanımı sataram, uşağımı düzəldərəm instituta. Sən öz dərdini çək. Sənin üzündən qurtarsaydım, heç vaxt ölməzdim. Uşaqla çəkişmək daş olub tıxanıb boğazıma. Daha nəfəs ala bilmirəm. Nə edim? Nə deyim? Anama baxırdım, baxırdım. Baxa-baxa qalırdım. Dönüb mətbəxə gedəndə görürdüm. Mehrəli arxamdan gözlərini mənə ağardıb dayanıb. Elə bil hər tərəfdən üstümə qəzəblər yağırdı. Qəzəblər məni təngə gətirirdi. Bəlkə bir yol axtarıb qəzəblərdən yaxamı qurtarım, deyə düşündüyüm vaxtda müqəssir özümü bilirdim. Bütün günü çalışırdım anamın ürəyini alım. Onu danışdırıb güldürüm. Təzə evdə çatışmayan təmir işləri üçün adam tapıb gətirirdim. Lazım olan nə varsa düzəltdirirdim. Bunlar böyük təmir işləri deyildi. Haqqını anam özü verirdi. Təmirçilər çıxıb gedərdilər. Anam görülən işləri baha danışdığımı deyirdi. Yaxşı, həm də ucuz iş görən usta tapmaq olardı. Ancaq kim tapsın? Birdən bacımın yolu təsadüfən bizə düşürdü. Anam bütün vaxtı məndən şikayətlənirdi. Bacım mənə nəsihət, məsləhətlər verirdi. Ananın nə demək olduğunu başa düşmədiyimi söyləyirdi. Mən nə qədər kobud adamam. Ustaya kiçik bir iş üçün bir ətək pul verirəm. Halbuki dilə tutub pulun yarısını vermək olar. Mehrəli özgə deyil. Qardaşımız, canımız, ciyərimizdir. Özü də anamız onu necə istəyir. Mehrəlinin institut işinə kömək etmirəm, etməyim. Daha arvadı hirsləndirib xəstələndirmək nə üçündür? Bunlar nə axmaq hərəkətlərdir mən edirəm. Heç olmasa camaatdan, qonum qonşudan ayıbdır. Eşidib bilən mənə nə deyər? Deməzlər anasına divan tutan qız başqalarının nəyinə gərəkdir? Qıza kənardan fikir verirlər. Özünü necə idarə etməyini ətraf qonşudan soruşub öyrənirlər. Qonum qonşu nə deyər? Desinlər ki, evdə bütün günü anasını əsəbləşdirir, gün vermir. Xətrimə dəyməsin. Mənim kimi qızlar ömürlərinin sonuna kimi evdə qalırlar. Mehrəli bacımın sözlərindən qeyzə gəlib dilləndi. Budur da, hər dəqiqə anamı hissləndirir. Bir işi görəcəksən, tani nazquz eləyirsən. Bacım gedərdi. Üzbəüz verdiyi nəsihətlərlə kifayətlənməyib, poçt vasitəsilə iri bir məktub göndərərdi. Ananın müqəddəsliyindən danışardı. Zəng vurub, məktubu alıb almadığımı soruşurdu. Söhbətlərə kiçik bacım qarışmazdı. Amma hey üzümə baxardı.
Hiss edirdim ki, bu baxışlarla mənə nə isə demək istəyir. Otaqlar bomboş idi. Köhnə yaşadığımız otağa çox şey alıb qoymaq əvvəla mümkün değildi. Həm də ki, atam sənətkar adam idi. Yalnız əlinin təmiz zəhməti ilə pul qazanırdı. Nə qazanırdısa, bizə sərf eləyirdi. Atamla mübahisəsində anam deyərdi ki, evə az pul gətirmək fərasətsizlikdir. Anama isə pul lazımdır. Otaqlar dolmalıdır. Mehrəliyə bir otaq ayırıb içərisini bəzəmək lazımdır. Anam gəlib gedənlərdən xəcalət çəkir. Başqa heç nə vecinə deyil. Bircə evlərin içərisini düzəldib, Mehrəlini instituta qoya bilsəydi, bundan sonra min yaşardı. Gecənin çox hissəsini yatmırdım. Anamın arzuları yerinə yetəydi. Onda anam xoşbəxt olacaq. Mən də bunu istəyirəm. Bazar dükanlara elə öyrənib vərdiş eləmişdim ki, evdə oturanda darılmağa başlayırdım. Fikirləşirdim ki, nə qalıb almamışam. Təzə tanış olduğum satıcı qıza neçə gündür dəymirəm. Mənə deyir ki, bu qədər gedib gəlirəm, arada xeyirli iş görmək olar. O satışda tapılmayan kişi tufliləri mənə verə bilər. Pulunu qabaqcadan ödəyə bilməsəm də, eybi yoxdur. Satandan sonra verirəm. Mənə artıq pul qalır. Görəsən necə olar? Götür qoy edirdim. Təklif olunan peşəni bacara bilərəmmi? Ağlıma gətirə bilmirdim. Əgər bacarsam, bir iş görməliydim. Evdə böyük övlad mən idim. Pulun azlığından anam şikayətlənməyə başlamışdı. Başa düşürdüm. Mən nə vaxta kimi himayəçi olmalıydım? Nəyə görə ailəyə bir tərəfdən də mən kömək durmalıydım? Anama indi pul, özü demişkən hava, su kimi lazımdı. İşə girməyimə təzə mənzilə köçənə kimi anam razı değildi. Bazar işləri tökülüb qalacaqdı. Özü yol gedə bilmir, yorulur, təngi nəfəs olurdu. Satıcı qızın mənə elədiyi təklifi görəsən anama desəm, o bu işə necə baxar? Razılıq verərmi ki, mən alverə başlayayım? Satıcı andaman eləyirdi ki, xeyli pul qazanaram. Kişilər qadın satıcılara qarşı xoşrəftar olurlar. Pula qızırğalanmırlar. Qalan bu pula anam yavaş-yavaş istədiyi ev şeylərini ala bilər. Keyfi kökəlməyə başlayar. Mehrəli üçün toy tədarük edər. Lap yaxşı. Nə olur olsun. Anam razı qalsın. Nə ondan, nə Mehrəldən başqa təmənnam yoxdur. Əksinə, istəyirəm Mehralının bütün işləri anamın arzu elədiyi kimi yerinə yetsin. Bir görüşümüzdə qız təkid edirdi, ayaqqabıları götürüb aparım. Şəhər dükanlarında belə çəkmələr yoxdur. Gündə 100 adam gəlib Çexoslovakiya ayaqqabısı xəbər alsa, azdır. Özü də ən münasib ölçülərdir. İşimin adı nədir? Bir işin adı alver ola. Bunun nəyi pisdir? Bu işlə məşğul olanlara baxmaq olmur. Geyimləri göz qamaşdırır. Beli toqqalı vəhşi pişik dərisindən şubalardan tutmuş, rəngli uzunboğaz çəkməyədək. Təkcə ikicəciyinin 6-700 manat qiyməti var. Vay Allah! Mən də əlim əsə-əsə qəpikləri sanıyıram ki, birdən biri yerə düşər, əski olar. Satıcı qızdan utana-utana xahiş elədim ki, anama deyim, sonra çəkmələri gəlib götürərəm. Bu şərtlə o ilk günlər kömək eləsin. Söz verdi. Ancaq bu ərəfədə başqa iş ortalığa çıxdı. Evə gəlib anama elə şən gördüm ki, gözlərimə inanmadım. Bu şən adam mənim anamdır. O həmişə məni, istidən, soyuqdan gəlim fərqi yoxdur. Qaşqabaqlı, xəstəxal vəziyyətdə qarşılayırdı. Gözümü açıb ağlım kəsəndən bu belə idi. İşlər görünməmiş dərəcədə dəyişmişdi. Anam əlində stəkanı silə-silə üstümə gəldi. Sumkanı qoy bir tərəfə, dedi. Sən lap əldən düşdün. Təsəvvür edə bilməzsən. Anamın şən olmasına necə sevindim. İlk dəfə ondan qayğılı söz eşitdim. 1000 dəfə artıq belə yorulaydım. Də ki, anamı qaşqabaqlı, sızıldayan görməyəydim. Bu sözlərim sənə gülməli gəlməsin. Məni başa düşəndən sonra biləcəksən ki, başıma gələnlər nə deməkmiş. Danışdıqlarım həyatım üçün nə qədər vacib imiş. Hər şeyi məktubu oxuyub qurtarandan sonra biləcəksən. Sənin üçün çox şeylər üzə çıxacaq. Çox sirlər bəyan olacaq. Yalnız səbir lazımdır. Səbir lazımdır ki, məktubumu sona kimi oxuyasan. Axı biz ayrılırıq. Mən uşaqlarımı qoyub gedirəm. Elə bilmə hər adam, hər ana bunu bacarar. Xeyr, bunu canilər edə bilər. Mənə cani deyəcəklər, desinlər. Bu sözü eşitmək asandır. Bəlkə canidən daha kəsərlisini tapıb deyəcəklər. Bununla özlərini dünyanın ən müqəddəs adamı fərz edəcəklər.
Doğrudan da doğmalarının bir saat ayrılığına dözə bilməyən ana, həmişəliyin ayrılığına necə tab gətirər? Belə deyilmi, Alas? Amma mən deyirəm, yox. Görünür, ana üçün övladdan güclü hisslər var. Onun təmiz hissləri zorakılıqla çıxılmaz vəziyyətə salınıb pozulursa, o öz özündən ən böyük, ən müqəddəs arzularından da qaça bilər. Hələlik, sənin mənə son borcun odur ki, məktubu səbirlə oxuyasan. Səndən ömürlük ayrılsam da, hər şeyi sənə etiraf etdiyim üçün xoşbəxt olacam. Anamı şadlandıran səbəbin nədən ibarət olduğunu bilməyə tələsirdim. Kaş anamı mənə qarşı qayğılı, şad görəndə mənə baxıydın. Onda deyərdin ki, dünyanın ən xoşbəxt adamını görmüsən. Məncə bədbəxt o kəsdir ki, onunla birlikdə doğulub böyüyənlər belə onu dərk edib duya bilmir. Onun ürəyində nələr yatdığını anlamırlar. Belə dərk edilə bilməyən adamlar həyatda ən çətin həyat sürənlərdir. Belələrinin yükü necə ağır olur. Onlar bu yükü tək necə çəkib aparırlar. Başa düşməyən, anlamayanlar da onlara bir yükdür. Ən ağır yük. Anam dedi ki, biraz hövsələ edim. Bu saat hər şey danışacaq. Mehrəlini rahatlasın sonra. Mehrəli ağzını yandıra-yandıra çayını içdi, çörəyini yedi. Yoldaşlarına qoşulub Hind kinosuna baxmağa getdilər. Deyirdilər, orada gözəl bir qız var, yaman oxuyur. Mehrəli getdi. Anam məni oturtdu qabağında. İndi qulaq as, dedi. Sənə təzə qonşumuzdan danışacağam. Anamın yanında oturub, maraqla onu dinlədim.